Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Akşamınız xeyir. Sağ olun. Akşamınız xeyir. Akşamınız xeyir. Ay Sabri müəllimə. Bəli. Mən dərsdən sonra sizinlə danışa bilərəm. Hə, olan olmur ki, yazarsınız. Hə, çox təşəkkür edirəm sizə. Aha. Yazmışam, bayaq yazdım, adboy verdiniz mənə. Dedi ki, canlı dərs başlayacaq. Akşamınız xeyir Səmrə xanım. Salam, axşamınız xeyirli olsun. Dərsə yaxınla mən artıq telefonla danışa bilmirəm də. Hazırlaşıram dərsə, ona görə müəllimə. Dərsdən sonra Aydındır, yazarsınız. bilirəm. Yaxşı. Hə, danışıram, çox xahiş edirəm sizinlə, oldu. Aha. Belə müəllimlər, başlayaq. Deməli, dekabr qrupunda artıq bizim bu gündən dərslərə başlayırıq. Mən tapşırıq vermişdim. Ümumi təhsil haqqında qanun, izahlı sual cavab edəcəm. Bir də nə ki yenilik var, onlar haqqında məlumat verəcəm. Amma növbəti dərsimiz artıq ya həftənin 4-cü günü ya da 5-ci günü olacaq. Mənim bir qrupum var, o bu həftə. Ay Sabri müəllimə, bu müsahibə mərhələsi üçün olan Mənim test və müsahibə qruplarım, mövzularım eynidir. Sadəcə test qrupuna testləri göndərirəm, müsahibə qrupunda isə müsahibə sualları. Yəni hamısının mövzu eynidir, başa düşürsüz? Material eynidir. Mən müsahibə mərhələsinə qoşulmasın. Bir gün orada mənə zəng gəldi ki, bizim Tovuz bölgəsi üzrə müsahibə mərhələsi fevralın axırı, martın əvvəlidir. Bu gün zəng gəlib sizə? Bəli, bayaq danışdım. Nə ilə bağlı? Müsahibə nə ilə bağlı? Təşkilatçı müavinliyə. Hə, onda test olmayacaq sizdə? Yox, yalnız müsahibə mərhələsi. Bəs sizə niyə zəng gəlib ki, Tovuzda... Mən orada adam vardı, onunla maraqlandım ki, görüm müsahibə nə vaxt götürülür da. Hə, çünki deyirlər ki, dekabrın axırı. Dedilər ki, dəqiq yox, fevralın axırı, martın əvvəli gözlənilir. Aydın oldu. Hələ ki, bir regionda test mərhələsi oldu. Hansı? Dağlıq Şirvanda. Dağlıq Şirvanda test mərhələsi oldu bu il. Amma digər regionlarda hələ olmuyor. Yəni, mən də gözləyirəm ki, əksər regionlarda birbaşa müsahibə olacaq. Belə, başlayaq. Bizdə Tovuz zonasında, bəli, bu il birbaşa müsahibə mərhələsi olacaq. Bir müəllimə, mən sizin qrupa qoşulmaq istəyirəm, müsahibə mərhələsi qoşulmaq. Yaxşı, yazarsınız mənə, dərsdən sonra yazarsınız. Başlayaq müəllimlər. Bu gün deməli, bağlayaq mikrofonları. Dərs qeydə alınır. Mikrofon açıqdır müəllimə. Xahiş edirəm artıq görüntüyə, mikrofona nəzarət edək. Dərsin əvvəlində məlumat verirəm. Amma dərsin ortasında çox xahiş edirəm. Belə hal olsa, yəni məndən inciməyin də müəllimlər. Mən məcburam müvəqqəti olaraq qrupdan çıxardım. Sonra dərsin videoyasına sonra baxarsınız. Çünki mane olursunuz. Çox xahiş edirəm, hər kəs görüntüyə, mikrofondan nəzarət etsin. Belə müəllimlər, ümumi təhsil haqqında qanun. Kim hazırdır? Kim hazırdır? Sual cavab edəcəm. Aktiv olaq, aktiv iştirak edək. Digər müəllimlər də aktiv olun. Fərdi müəllimə, buyurun, açın mikrofonu. Bir daha axşamınız xeyir. Salam, gələcəyin direktoru. İnşallah. İnşallah. Mən kimə deyirəm, olub. Fərdə müəllimə, 5 ildir mən bu sahədə artıq, necə deyim, işləyirəm və mən kimə ki demişəm, olacaqsınız. Yəni bunu mən necə deyim, oturub düşünmürəm. Sadəcə müəllimənin aktivliyinə görə, fəaliyyətinə görə, uğurlarına görə artıq bilirəm ki, bu yolda uğur qazanacaq. Zəhmətinə görə siz çox zəhmət çəkirsiniz. Çox sağ olun. Təşəkkür edirəm. İnşallah Səmrə xanım. İnşallah. Başlayaq Fərdə müəllimə. Fərdə müəllimə, deməli evə ümumi təhsil haqqında qanunu vermişəm. Ümumiyyətlə ümumi təhsil sahəsində baza rolunu oynayan sənəd ümumi təhsil haqqında qanundur. Amma ümumi bizim bütün təhsil pillələrini əhatə edən sənəd isə, yəni baza rolunu oynayan isə təhsil haqqında qanundur. Təhsil haqqında qanun, bəli. Ümumi təhsil haqqında qanun neçənci ildə imzalanıb? Ümumi təhsil haqqında qanun 2019-cu ildə imzalanıb prezidentimiz İlham Əliyev tərəfindən. Təhsil haqqında qanun isə 2009-cu ildə 19 iyun. 19 iyun tarixində deməli imzalanıb və ümumi təhsil haqqında qanun 33 maddədən ibarətdir. Təhsil haqqında qanun isə 47
47 maddədən, maddədən. bəli, 47 maddədən ibarətdir. Ümumi təhsildə dedik ki, hər 3 səviyyə həyata keçirilir: ibtidai, ümumi orta və Bəli. xüsusi orta. Məktəbə hazırlıq isə mərhələdir. Siz Bəli. necə düşünürsünüz müəllimə? Bilirsiniz də, siz müsahibəyə hazırlaşırsınız. Sizə niyə, nə üçün, nə fikirləşirsiniz? Belə olsa necə olar? Yəni daha çox bu istiqamətdə suallar verin. Bəli. Müəllimə, bu 12 illik təhsilə, yəni məktəbə hazırlığın da səviyyə olaraq qəbul olunması, bizim bir 12 illik təhsilə keçidimiz, buna sizin münasibətiniz necədir? Mən düşünürəm ki, yaxşı olar bizim həm şagirdlərin materialları yaxşı mənimsənməsi üçün, həm nəzərə alaraq ki, çoxlu dəyişikliklər baş verir bizim dərsliklərdə, yeni dəyişikliklər olur, əlavələr çox olur və bu inteqrasiyamız çox sürətli şəkildə baş verir. Yəni bu adaptasiya dövrünün daha yaxşı keçməsi üçün, bir şəxsiyyət kimi formalaşmaq üçün, milli mənəvi dəyərləri və eləcə də İKT biliklərini daha dərindən inkişaf elətdirmək üçün dünyada öz sözünü deməyə hazır olan bir şəxsiyyət yetişdirmək üçün düşünürəm ki, 12 illik təhsil sisteminə keçid bizim şagirdlərimizə müsbət təsir edəcək. Bəli, məqsədə Bəli, uyğundur. məqsədə uyğun. Bir də müəllimlər, təhsildə olan o yeniliklər strategiyada nəzərdə tutulan tədbirlərdən, istiqamətlərdən asılıdır. Hədəflərə görə bütün bunlar həyata keçirilir. 12 illik təhsil haqqında daha ətraflı oxumaq istəyirsinizsə, təhsildə nə üçün bu yenilikləri edirlər? Strategiya sənədini oxuyun. Dövlətin təhsil sahəsində strategiya adlı bir sənəd var, 2013-cü ildə təsdiqlənib. Yəni orada görərsiniz ki, Kanadada 14 illikdir, qonşu Türkiyədə artıq 12 illikdir, digər məsələn Londonda 13 illikdir. Digər ölkələrdə 11 illik təhsil yox, artıq 12 il, 13 il, hətta 14 ildə təhsil mövcuddur. Aydın oldu? Bəli, Samirə müəllim, siz onu bizə göndərə bilərsiniz, zəhmət olmazsa. Yəni strategiyanı keçəndə özüm keçirim o mövzunu keçirəm. Bildim. Onu nədir, mən keçəcəm sizə daha ətraflı. Amma indi ola bilsin ki, qrupa daxil ola bilməyən müəllimlər var. Onlara istiqamət verirəm ki, yəni özünüz strategiya sənədini oxuyub ətraflı tanış ola bilərsiniz. Akkreditasiya nədir müəllimə, akkreditasiya? Akkreditasiya dövlət məktəbləri təbii ki, akkreditasiyadan keçmirlər. Lisenziyadır o, üzr istəyirəm. Akkreditasiya standartlara uyğun, təhsil müəssisələrinin standartlara uyğun olmasının göstəricisidir və bütün təhsil müəssisələri akkreditasiyadan keçirlər və yoxlanılır ki, onlar dövlətin qoyduğu standartlara, maddi-texniki bazası və digər məqamlar dövlətin strategiyası, dövlətin standartlarına uyğundur ya yox? Fərdi müəllimə, dünən deməli mən internet saytlarının birində akkreditasiyada edilən dəyişikliklərlə bağlı bir məlumat qarşıma çıxdı və mən o sənədi araşdırdım. Ümumiyyətlə akkreditasiya ali təhsillə orta ixtisas təhsil müəssisələrinə şamil edilir. Orada müəllimlər akkreditasiyadan keçmir və yaxud da şagirdlər. Sadəcə həmin o proqramlar necə mənimsənilir? Orada faizləndir, 85%-dən 100% o deməkdir ki, bu yüksək səviyyəli bir universitetdir. Məsələn, 54%-dən aşağı olanda, o 54 baldan 100 ballıq şkala ilə qiymətləndirilir bu akkreditasiya komissiyası həmin təhsil müəssisəsini. 54 baldan aşağı olduqda o deməkdir ki, həmin təhsil müəssisəsi o keyfiyyət standartlarına uyğun deyil. Onun proseduru haqqında biraz ətraflı bilginiz olsun deyə elə təhsil müəssisələrinin akkreditasiya qaydalarını internetdə yazın, yəni bir boş vaxtınız onda bu imtahana düşmür. Sadəcə daha ətraflı bilginiz olsun deyə istiqamət verirəm ki, oxuya bilərsiniz. Amma hələ ki dövlət qanunda var. İmtiyaz haqqında qanunda oxusanız orada görərsiniz ki, 1.6 hissədə orada qeyd olunur akkreditasiya. İndi gələcəyinə nəzər tutular, akkreditasiya olunar. Akkreditasiya o deməkdir ki, yəni o proqramların mənimsənilməsi. Dövlət bu proqramı qoyub, görək bu uşaqlar bu proqrama yiyələnirlərmi? Yəni akkreditasiya müəllimlər yox, təhsil müəssisəsinin bəli, təhsil müəssisəsinin özü. Müəllimlər isə akkreditasiya yox, sertifikatlaşdırma imtahanından keçir. Yeganə müəllimə mikrofona nəzarət edək. Həm də beynəlxalq akkreditasiya da var. Burada artıq beynəlxalq proqramların uyğunluğunu yoxlanılır.
Bəli, və həm də beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqram ilə təhsilini başa vurmuş bir gənc universitetə biz bilirik ki, müsabiqədən kənar daxil olur. Yəni birbaşa Bəli. ixtisas seçir də. Daha o bir də imtahana getmir. Birbaşa ixtisas birinci onlar üçün açıq olur. Necə ki, olimpiya qalibi uşaqlar ki, olur. Həm beynəlxalq Bəli, öz proqramlarına uyğun olaraq. Bəli, bəli. Çünki o proqramı oxumaq çətindir də. Yəni dövlət onlar onu oxuyur və onlar üçün bu üstünlükləri edirlər. Sonra xaricdə oxuyan gənclərimiz var dövlət hesabına. Nə bilim dövlət onlara 100 min, 80 min, 50 min baxırdı indi hansı ölkənin hansı yüksək nüfuzlu universitetində oxuyurlar. Məsələn Harvardda oxuyanlar, Oxfordda oxuyanlara dövlət 100 mindən çox pul ayırır. Onlar bura gələn kimi dövlət olaraq dövlət qulluqçusu statusu verir. Və onlar demək olar ki, yüksək vəzifədə deməli təhsil işləyirlər, vəzifədə işləyirlər. Hə? Yox, mən deyildim mən. Elə bildim sualınız var. Xeyr. Sonra müəllimə günüz adılmış qruplar haqqında məlumatımız var. Orada minimum, maksimum şagird sayını deyək. 15-dən az olmamaq şərti ilə. Yox, 20. Yadınızda saxlayın. 20. 15 o deyəsən təmayüllər idi. 15 təmayül 15 siniflər. təmayüllər Həm gəlib. peşə təmayül siniflər, həm də adi də, yəni təmayül siniflər. Bunlar hamısı 15 nəfərlə açılır, maksimum 20 nəfərlə. Və dövlət peşə təhsilinin daha da inkişaf etdirilməsi üçün sənəd imzalayıb və o sənədə əsasən artıq ölkədə 21 peşə təhsil müəssisəsi tikiləcək, bir neçəsi təmir olunacaq. Yəni orada mən indi peşə təhsil müəssisəsini izləyirəm, o agentliyi, peşə təhsil agentliyi. Necə ki, məktəbə qədər və ümumi təhsil üzrə agentlik var mütləq. Eləcə də peşə təhsilində agentliyi var və o agentliyi artıq müsabiqələr keçirilir, müəllimlər seçilir, nə bilim müəyyən bir tədbirlər görülür ki, uşaqları peşə sahəsində biz inkişaf etdirə bilək. Baxın Fərdə müəllimə, siz məktəb direktoru olmaq istəyirsiniz, düzdür? Uşaqları peşəyə yönəltmək bu uşaqların həyatına toxunuş etmək deməkdir. Biz elə etməliyik ki, şagirdlərin peşə seçimində onlara dəstək olaq. Düzdür müəllimə? Artıq 9-cu sinifdə onlar öz həyatda mövqelərini, hansı yeri tutmaq istədikləri barədə ətraflı düşünməli və artıq seçimlərini etməlidirlər. O yerə qədər də biz onlara dəstək olmalıyıq. Mən bir həftə bundan qabaq bir təlimdə oldum. Orada belə bir məlumat dedilər ki, ümumiyyətlə uşaqların 9-cu sinifə qədər peşə seçmələri doğru deyil. Çünki onlar hələ dərk eləmirlər. Yəni bu onlar üçün tezdir. Mən özüm də belə fikirləşirəm, 9-cu sinifdə Fərdə müəllimə hər şey olmaq istəyirdim, inanırsınız? Bəli. Pilot olmaq istəyirdim, nə bilim, elə peşələr ağlıma gəlirdi və bir də pilot yadımda qalıb. Həkim olmaq istəyirdim. Kimdə nəyə gördüm, xoşuma gəlirdi. Amma bilirdim ki, hər sahədə nə olursa olsun, orada istəyirdim ki, rəhbər olum. Pilot olsam da istəyirdim ki, pilotların rəhbəri olum. Belə bir xüsusiyyətim var idi. Samirə müəllim, bir əlavə də etmək istəyirəm. Bəlkə də elə 12 illik təhsilə keçid də uşaqların biraz da daha da dərrakəli, hansı sahə üzrə inkişaf etmək istədiklərini daha da dərindən dərk etmələrinə də kömək olar. 12 illik Nə təhsil. qədər insan var ki, universiteti nə üçün oxuyur bilmir. Bəli. Nə üçün oxuyur? Oxuyub nə olacaq? Niyə oxuyur? Magistraturaya daxil oldu. Nə üçün bu ona lazımdır? Yəni bilmir. Sadəcə diplom da olsun. Belə də orada təbii ki, əmək bazarı inkişaf etmir. Əmək bazarı lazımi kadrlarla təmin olunmur. Ona görə peşə seçimi çox vacibdir. Yaxşı müəllim, inklüziv təhsil deməli siz rəqəmlərdə biraz səhv edirsiniz müəllimə. Siz digər müəllimlərin də əgər rəqəmlər yadında qalmırsa, bir konspekt dəftər tutun ki, imtahana yaxın, müsahibəyə yaxın o rəqəmləri yadınıza salasınız da. Çünki vaxt qısa olur, bir də görsə heç vaxtınız çatmır. Və məsələn, günüz adılmış qruplar minimum 20, maksimum 25. İndi inklüziv sinfi soruşuram. İnklüziv sinifdə minimum, maksimum nə qədər olur? İnklüziv siniflər məncə orada say olmur da, səhvləmirəmsə, sadəcə əlavə müəllim, yəni bütün uşaqların bir yerdə oxuması nəzərdə alınır. Yəni biraz inkişafdan zəif olan uşaqlar, həm də adi uşaqlar sadəcə dövlət tərəfindən əlavə köməkçi müəllim təyin olunur, pedaqoq təyin olunur. Orada 22 dənə maksimum uşaq olur, 20 dənə sağlam, 2 dənə də sağlamlıq imkanları məhdud şagird. Ümumi məktəb
məktəb üzrə 20% bildiyimə görə 20% olmalıdır. Səhv eləmirəmsə. Yox. Ümumi məktəb sayı üzrə, uşaqların sayı üzrə. Yəni bir sinifdə maksimum 2 dənə inklüziv şagird olmalıdır. Bir də var xüsusi siniflər. Xüsusi siniflərdə isə orada sağlam uşaq olmur, ancaq sağlamlıq imkanları məhdud uşaq olur və bildiyimizə görə xüsusi təhsil müəssisələrində artıq siniflərin sayını azaldırlar. Həmin şagirdləri deməli yönəldirlər orta məktəbə. Bəli, xüsusi ümumi. Bəli, artıq məktəblərin bəzi xüsusi məktəbləri də xüsusi ümumi deyə adlandırırlar. Bəli, bunu keçən dərsimizdə vurğuladıq. Sonra Metodik Şuranın rəhbəri kimdir məktəbdə? Metodik Şuranın rəhbəri direktor müavinidir, baş müavin. Bəli, baş metodist sayılır da. Baş metodist, bəli. Buna görə kim ki müavin olmaq istəyir, mütləq kurikulumu yaxşı bilməlidir. Hamıdan yaxşı bilməlidir. Ən yüksək ballı olmalıdır ki, bu özü də müəllimlərə dəstək ola bilsin. Təşkilatçılarda isə bax müəllimə onu da məlumat verim. Dağlıq Şirvan Regional Təhsil İdarəsində deməli təşkilatçıların test mərhələsi oldu, işə qəbulun test mərhələsi oldu. Orada daha çox dünya görüşdən sual düşmüşdü. Bu yeniliyi deyim. Yəni mən neçə ildir müəllim hazırlayıram, heç vaxt təşkilatçılar ümumiyyətlə bu işə qəbulda dünya görüşdən sual düşmürdü. Dünya görüşdən həmişə deməli miqdə suallar olur da, bilirsiniz. Miqin müsahibə mərhələsində, test mərhələsində yox, müsahibə mərhələsində. Ona görə kim ki təşkilatçı olmaq istəyir, dünya görüşünüzü artırın. Mən dünya görüşünə hazırlanmıram, çünki mən ancaq məcəllə, qanun, kurikulum. Amma növbəti qruplarımda nəzərdə tuturam ki, dünya görüşdən də hazırlayım. Dünya görüşdən deyəndə müəllimlər, yəni zaten biz bunları bilirik, sadəcə təkmilləşdirmək lazımdır. Yəni nəyi? Azərbaycan haqqında, bayrağımız, himnimiz, gerbimiz haqqında, yazıçılarımız, şairlərimiz haqqında, sərhədlərimiz haqqında, dilimiz haqqında, yəni bu ümumi biliklərimizi artıq biz təkmilləşdirməliyik. Sonra bayramlarımız haqqında, tədbirlərimiz haqqında, xüsusi günlərimiz haqqında. Yəni bunu təşkilatçı nə üçün bilməlidir? Çünki o tədbirləri məktəbdə təşkil edir. Bilməlidir ki, tutalım məsəl üçün musiqi günü nə vaxtdır? Üzeyir Hacıbəylinin doğulduğu gündür. Musiqi gününü məktəbdə keçirilməlidir. Uşaq hüquqları aylıqları var. Deməli noyabrın 20-sinə qədər keçirildi də. Oktyabrın 20-sindən noyabrın 20-sinə qədər. Yəni bu xüsusi günləri, əlamətdar günləri, bayramları hər birini təşkilatçı bilməlidir. Belə müəlliməm. Sertifikatlaşdırma haqqında da sual verim, sizlə sağollaşım. Sertifikatlaşdırma neçə ildən bir keçirilir müəllimə? Sertifikatlaşdırma ilk işə qəbul olanlar üçün 3 ildən sonra sertifikatlaşdırmaya cəlb olunurlar. 5 ildən bir təkrar sertifikatlaşdırmada iştirak etmək mümkündür. Bəli, 5 ildən bir. Kimlərə könüllü şamil olunur? Könüllü 60 yaş üstü müəllimlərə könüllü. Bəli, könüllü. Onların 65 yaşı çatanda, əgər onlar sertifikatlaşdırmada iştirak etmirlərsə, onlarla olan əmək müqaviləsi uzadılmayacaq. Bəli. Kimlər heç vaxt sertifikatlaşdırmadan keçmir? Bir də keçmir. 3 il ən azı 3 il iştirak edənlər sertifikatlaşdırmadan azaddır. Və yeni Emin Əmrullayevin yəqin ki, Fərdi müəllimə brifinqini izlədik. Əlavələr olması. Bəli. Əgər müəllim 51 bal sertifikatlaşdırmada 51 bal toplayan müəllimlərə aiddir. 51 bal toplayıbsa, həmin müəllim deməli məktəbdə tam ştatla işləyəcəksə, onlar da bir sertifikatlaşdırmaya cəlb olunmayacaq. İndi hələ ki nazir çıxışında vurğulayıb. İndi bu necə tənzimlənəcək, necə olacaq? Ona qədər bir Məsələn, hər üçündə, Samirə mən üzr istəyirəm sözünüzü kəsdim. Hər üçündə 3 dəfəsində yoxsa bir dəfə 51 üstü toplayanlar? Yox, məsəl üçün indi tutalım ki 2027-ci ildə tam ştatlı müəllim tam ştata keçdi. Tam ştata keçəndə 51 bal, məsələn bir dəfə keçib də 51 bal toplayıb. O da sertifikatlaşdırmaya getməyəcək. İkinciyə, üçüncüyə getməyəcək. Aha. Məsələn biz bu günə qədər verilənlərə şamil deyil, ancaq 2027-ci ildə verənlərə şamildir. Yox, niyə ki şamildir?
Şamanlar. Bizə də. Bəli, indi Çox onun sağ ol. hələ ki qaydası, proseduru hələ ki təsdiqlənməyib. Hələ ki tam ştatı hələ tam keçirilməyib. Yəni olanda yəqin ki qaydalarda deyərlər. Amma nazirin öz çıxışında dedi ki, onlar daha sertifikatlaşdırmaya getməyəcəklər. Samirə müəllim, siz necə düşünürsüz? Bağışlayın, sözünüz yarımçıq kəsdim. Yenə də imtahan olunacaq, yoxsa artıq verənlər arasında statistikaya baxılacaq? Nə imtahanı? Yəni yenidən sertifikasiya veriləcək ki, 50 üstü yığanlar azaddılar, tam ştata keçirlər, yoxsa indiyə qədər verənlərin ballarına baxıb elə qərar verəcəklər? Müəllimə, indiyənə qədər siz deyirsiniz ki, 2027-də olandan sonraya aiddir. Müəllimə, o 2027-də axı hamısı olmayacaq. 2027-nin üstünə gəl 5 il. Görün nə qədər 2027, 2032. Ay Allah, 2032 olur belə. Uy, lap ətim ürpəşdi. 2032. Adam qulağına qəribə gəlir. İnansız müəllimə, deyirəm ki, bir dənə görüm düz hesablayıram. 2032. Allah haqqı təhər oldum. Düzdür. Mənim onda neçə yaşım olacaq? 50 zad olar yəqin. Hələ gəncsiniz, cavansınız. İnşallah yaxşı olar. 47 olacaq. Ay valla oldum. Nəysə. Oldu müəllimə. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Siz sağ olun. Siz də sağ olun. Aytac Əmrahova. Axşamınız xeyir müəllimə. Salam, necəsiz? Sağ olun müəllimə, siz necəsiz? Mən də yaxşı. Üzr istəyirəm müəllimə, biraz üstə sağlıq. Narahatam, səsim narahat. Ona görə biraz çoba çıxa bilər səsim. Yox, hiss olunmur, narahat olmayın. Siz bu Dağlı Şirvanda təşkilatçılar müsahibəsinə hazırlaşırsınız da, düzdür müəllimə? Hə? Bəli müəllimə, bəli. Müsahibəyə hazırlaşırsınız. Bəli müəllimə. Uğurlar arzu edirəm. Material çoxdur, yaxşı Sağ olun öyrənmək müəllimə, çox sağ olun. lazımdır. Belə, gedək müəllimə. Ümumiyyətlə bu gün Təşkiləm müəllimə, heç çıxmazdım mən. Keçən ay qrupdan davam eləyərdim. Heç ümidim yox idi ki, olacaq da bizə imtahan. Bəli. Bəxtlə keçdim qeydiyyatdan. Bir də gördüm bir gün qalmış, çağırdılar imtahanı. Yenidən qrupa daxil olursunuz. Eyb yox müəllimə, olar. Siz o əvvəlki qruplarımda olmusunuz da, siz o qrupdakı olan materiallara da baxın. İndi biz bu qrupla da dərslərə başlayırıq, amma materiallarımız var da müəllimə, videolar var. O qrupdakı olan bütün hamısına baxın, yaxşı müəllimə. Yaxşı müəllimə oldu. Sonra. Bir dəqiqə. Görün burada sertifikatlaşdırmadan sual verdim. İstəyirəm ki, biraz fərqli sual verim. Hansılar ki, daha vacibdir. Bir dəqiqə. Aha, pedaqoji fəaliyyətlə məşğul olma. Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Müəllimə, ali təhsil olanlar, bir də orta təhsil olanlar, yəni Pedaqoji təhsil olanlar da müəllim, təhsil olanlar. Pedaqoji, belə deyim də, pedaqoji təhsil olanlar, bəli. Və ixtisas üzrə pedaqoji təhsilli olmayan ali təhsilli mütəxəssislər. Məsəl üçün filologiyanı bitirib, düzdür, bu gəlib azad ədəbiyyat müəllimi kimi işləyə bilər. Tətbiqi riyaziyyatı bitirib informatikanı işləyə bilər. Nə bilim dekorativ sənət üzrə bir fakültəni bitirib təsvir incəsənət müəllimi işləyə bilər. Dirijorluğu bitirib musiqi müəllimi işləyə bilər. Belə 59 dənə siyahı var internetdə. Kim istəsə o siyahı ilə internetdə tanış ola bilər. Yəni pedaqoji fəaliyyətlə məşğul olma qaydası yazsın internetdə, o çıxacaq. 59 dənə siyahı çıxacaq. Onlar da müqavilə ilə işləyirlər də. Bir də o şəhərdə bunları icazə vermirlər. Bu müəllimləri məsələn Bakıda icazə vermirlər. Daha çox bilirsiniz hansı məktəblərdə, hansı rayonların qeydiyyatında icazə verirlər. Hansı ki, orada müəllim azdır da, gedən yoxdur. Təsvir incəsənət müəllimi yoxdur ki. Ən çox müəllim ucqar rayonlarında, kəndlərində zət olur deyirlər. İcazə verirlər ki, dirijorluğu bitirib, bilir də, yəni bu musiqi məktəbini bitirib. Bu getsin musiqi müəllimi işləsin. Bir var musiqi müəllimi, bir də var dirijorluğu bitirsin də. Hə, bunlar ucqarlara, rayonlara, kəndlərə, hansı ki görürlər orada yoxdur o ixtisasdan gedən müəllim. Bunda onlara icazə verirlər. Aydın oldu. Məsələn, mənim qrupumda bir müəllim vardı, dedi müəllimə, onun qrup yoldaşı olub, o rayonu seçə bilib, amma Bakı üçün sistem açıq olmuyor. Çünki Bakıda o qədər müəllim var ki, hələ birinci ixtisaslı müəllimi gərək yerləşdirsinlər ki, ondan sonra bu pedaqoji ixtisası olmayan ali təhsilli müəllimdə şəxsləri.
Məsəl üçün mən fizika müəllimliyi bitirmişəm, problem deyil, rahatlıqla miqdən keçirəm. Amma sırf fizika fakültəsini bitirənlər, məsələn Bakı Dövlətinin fizika fakültəsini, fizika ixtisasını bitirənlər, onlar miqdən keçə bilmirlər. Bəli. Miqdən keçə bilmirlər. Hə, rayona versələr keçə bilərlər, amma Bakının Bakı üçün qeydiyyatdan keçə bilmirlər. Aydın oldu. İndi hər il qayda dəyişir, bilmirəm gələni. Bəs kimlər məşğul ola bilməz? Məşğul olanları dedik. Bəs kimlər məşğul ola bilməz? Müəllimə, üzərində məhkəmənin qərarı ilə hələ belə deyim də ağır cinayət törətmiş şəxslər, yəni məhkumluğu götürülməmiş şəxslər, sonra bir də mənim orada tibbi ilə bağlı məsələn fəaliyyət qabiliyyətsizliyi olan şəxslər var idi ki, bunlar da məsələn pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bir də 1 il müddətində əgər işdən uzaqlaşdırılıbsa, hər hansı bir səbəbə görə, onun səbəbi daha doğrusu, onlar da 1 ildən sonra pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Bu da bizə müəllimə imtahan sualı olaraq düşmüşdü. Bu isə bəli. Ümumiyyətlə sizin test mərhələsində təsvir edilən etik davranış qaydaları o hissə çox düşmüşdü. Çox düşmüşdü müəllimə. Bəli. Yaza bildiniz də müəllimə? Bəli müəllimə, cəmi 2 səhvim oldu. O da ki, təhsil verənlərin hüquq və vəzifələrindən o həmişə qarışdırırdım mən. Sadəcə bir variantı ilə bir hüquqa götürmüşdüm də artıq. Siz doğru cavab həmin an çıxdı, yoxsa bir 15 dəqiqə gözlədiniz sonra? Bəli müəllimə, elə hə. Yox, elə ekranda. Hətta mən 20 dəqiqə tez bitirdim. Həm nasaz idim, həm də çox üzr istəyirəm, qızım xəstə idi. Elə bir, yəni belə də bəxtilahi getmişdim ki, nə olar da. Belə ekranda cavabı görüm, şoka düşdüm. Hansı sualı düz yazmısınız, hansı sualı səhv yazmısınız, onu görə bildiniz? Bəli müəllimə, onlar da hamısını gördüm, hamısı var idi. Sadəcə mənim müəllimə aşağı eləyən biraz da, yəni daha yüksək olsaydı informatikadan. Mən əvvəldən də demişdim ki, mən informatik biliklərim zəifdir da. Mən həmişə müəllimlərə deyirəm ki, əgər informatikanı hazırlaşırsınızsa, gündə bir dənə video YouTube doludur informatika videoları ilə. Yəni çətinlər yox da 5-6-cı sinif səviyyəyə qədər. O videolara baxsanız, test mərhələsindən keçmək olur. Yaxşı müəllimə, bir də kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz? Təbii ki, uşaqlara qarşı cinsi istismar, cinsi zorakılıqla bağlı cinayətə şəxslər ümumiyyətlə məktəbə bilməz. Yəni bu şəxslərin üzərində uşaqlara qarşı qeyri-etik hərəkət edilməklə bağlı bir məhkumluq varsa, lap istəyir də yəni məhkumluğunu yaşasın, çıxsın, sonradan da yəni imtahana buraxılmır da. Ümumiyyətlə o sistemlər bir-birinə inteqrasiya olub, Ədliyyə Nazirliyinin Təhsil Nazirliyi sistemi. Orada müəllim də həmin şəxs qeydiyyatdan keçmək istəyəndə artıq onun üçün o sistem açılmayacaq. Çünki bunun üzərində belə məhkumluq var. Bəs ümumiyyətlə məhkumluq başqa səbəbə görə indi insanlıqda başımıza hər iş gələ bilər. Nə bilim nəsə bir məhkumluq yaşadıqsa, bəs bizim ali təhsilli, pedaqoji təhsilli məşğul ola bilərikmi? Bəli. Buna amma yalnız fərdi qaydada nazirlikdə baxılır. Nazirlik baxacaq ki, bu nəyin üstündə nəyə görə məhkumluq yaşayıb, ondan sonra o sistem o həmin şəxs üçün açıla bilər. Aydındır? Sonra müəllimə, hansı sosial müdafiə var şagirdlər üçün? Şagirdlər üçün hansı sosial müdafiə var məktəbdə? Təşkilatçı olmaq istəyirsiniz? Sosial müdafiə. Biz təşkilatçı olaraq məktəbdə sosial müdafiə ehtiyacı olan şagirdlər. Müəllimə, valideyn komitələri bunları deyə bilərik, valideyn komitələri, sonra Yaymlar Şurası, bunlar ola bilər? Baxın, birinci siyahını tərtib eləməlisiniz siz. Məktəbinizdə sosial təminata ehtiyacı olan şagirdlər var. Valideyni biri var və yaxud da tək valideyni var və yaxud da heç bir iki valideynin ikisi də yoxdur. Nənə babanın himayəsindədir və yaxud da ana-ata var, amma çox kasıbdılar da, az təminatlı ailələrdir. Məcburi qaçqın köçkün ailəsi, şəhid ailəsi, qazi ailəsi, yəni bütün bunların biz hamısının övladlarını bilməliyik, siyahısını tərtib etməliyik. Məsələn, uşağınız məktəbimizdə ola bilər elə bir uşaq olsun ki, əyni, başı, geyimi, keçimi yoxdur da. Onda biz icraya müraciət etməliyik. Bilməm məktəb rəhbəri olaraq, yəni biz təşkilatçı direktora məlumat verir, direktor da icraya məlumat verir. Çünki o icranın balansındayıq da biz, düzdür, əhali olaraq o icra həmin şagirdi təbii ki, məktəblə, geyimlə mütləq təmin etməlidir.
Yəni uşağın geyimi yoxdur deyə məktəbə gəlir. Onda deməli ancaq bu məsələlərə sosial olan bağlı belə deyək də, təşkilatçı müavin baxırdım. O da müavin sayılır da mənim onda. Təşkilatçı müavin belə Yox, gedir də. təşkilatçı ilə təşkilatçı gedir müəllimə. Müavin ayrıdır, təşkilatçı ayrıdır. Məktəbdən kənar və sinifdən xarici işlər üzrə təşkilatçı. Bunlar oldu sosial qrupa daxil olan şagirdlər. Bir də var risk qrupuna daxil olan şagirdlər. Risk qrupuna daxil olan şagirdlər hansılardır? Müəllimə valideynlərini itirmiş, yaxud deyək ki, məsələn, aidiyyətçiliyi olan, hər hansı bir aidiyyətçiliyi olan, yaxud hər hansı bir valideyni itirmiş, yaxud atasını, anasını belə deyək də. Onlar da risk qrupuna daxildir. Sonra Ayət müəllimə, bax bu uşağın valideynini itirib. Siz bunu niyə risk qrupuna daxil edirsiniz ki? Bu sosial qrupa daxildir. Ehtiyacı var, qayğıya ehtiyacı var. Bu uşağı niyə risk qrupuna daxil edirsiniz? Bunu o halda qarışdırdım müəllimə. Həbsdə olan, əgər valideyn hər hansı bir həbsdə olanlar, sonra əgər belə deyim də, valideyni həbs olan, sərnişinlər olanlar, bax bunlar. Uşağın valideyni həbsdədir. Üzürü sayır. Bəli. Sabirə bəli, üzürü sayır. Müdaxilə eləmək zorunda qanun türkləri demiş. Bizdə o sənədlər yazanda bəs nə üçün o risk qrupu, yəni qrupuna aid edilir o şagirdlər? Səhv edirsiniz də, ona görə onu bizlik deyil. Bəli, bizlik deyil. Yəni bizdən istəyəndə biz deyirik ki, valideyni itirmiş və yaxud da bir-birinə sadalır. Bunların hansıları yazılacaq? Onların hamısının adları orada gəlir. Başa düşürəm siz nə edirsiniz? Baxın müəllimə, mən bilirəm o idarədən elə sənəd gəlir, amma səhvdir də. Qoy mən sizə izah edeyim. Bir dəqiqə. Çox təşəkkür edirəm. Bir dəqiqə, indi onu mən sizə göstərəcəm. Çünki qanunu oturub oxumurlar. Necə gəldi tapşırıq verirlər. Qanunda baxın, Gənclər siyasəti haqqında bir qanun var. Ekranı görürsünüz? Bəli, açılır, bəli. Gənclər siyasəti haqqında bir qanun var. Orada Heydər Əliyev tərəfindən imzalandı bu sənəd. Bir dəqiqə, mən sizə göstərəcəm. Sizin kitabınızda da var da bu, hə? Mən oxumuşdum bunu. Baxın, o qanundur da. Qanunda baxın belə yazdım. Sosial müdafiə ehtiyacı olan gənclər, yəni valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş, 18 yaşına qədər olan, əlilliyi olan, iş yeri və qazancı olmayan məcburi köçkün gənclər. Amma risk qrupunda olan gənclər isə baxın görürsüz cəza çəkmə müəssisəsindən azad edilən, zorakılığa məruz qalan, görürsüz burada spirtli içki içən, narkotik vasitələrdən istifadə edən. Bax bu gənclər. Gənclərin də yaşı 14 yaşdan 18 yaşına qədər, 29 yaşına qədər hesab olunur. Yəni məktəbinizdə 14 yaşlı şəxs artıq həm yeniyetmə, həm də artıq gənc sayılır. Ay, təşəkkür edirəm sizə, var olun. Mən onları başa salamıram ki, risk qrupu başqa bir şeydir. Sosial o şey başqadır da, yəni ehtiyac olan. Onların hamısı. Belə məntiqlə də fikirləşəndə, ümumiyyətlə bu həmin o uşaqlar, ümumiyyətlə pis oxuyan uşağı, pis oxuyan deməkdə nəticəsi zəif olan uşağa da risk qrupuna daxil etmək, bu onu psixoloji cəhətdən daha da təsir edir müəllimə. Təsəvvür edin ki, siz hər hansı bir sahədə uğur qazanmırsınız, sizi risk qrupuna daxil edir. Tamamən haqlısınız, ya, tamamən. Yerdən görə qədər Adamı haqlısınız. bilsən neyini, adamı cəllad eləyir, az qalan bu söz özü. Yəni belə də müəllimə. Bilirəm, idarədən göndəriləndə sənəd, orada risk qrupuna bu valideynlərini itirmiş şəxsləri ora daxil edirlər, amma səhvdir. Ona ümid edirəm ki, bir neçə ilə yəqin ki, düzəldərlər. Sonra kimdən danışırdım mən? Aytac müəllimə ilə. Aytac müəllim. Aytac müəllimə. Məktəbdə deməli sosial müdafiədən danışdıq. Təbii ki, təhsil verənlərin, təhsil alanların sosial müdafiəsinə dövlət təminat verir. Sonra burada bir görüm nədən verirəm. Hüquq və vəzifələrdən müəllimə yaxşı öyrənməlisiniz. İndi siz test mərhələsinə hazırlaşmısınız. Test mərhələsi elədir ki, qarşınızda hüquq və vəzifələr bir 5 variant olur da, ən azından birini seçirsiniz. Amma siz müsahibəyə hazırlaşanda soruşsalar ki, müəllimə, sizin hansı hüquqlarınız var, sizin hansı vəzifələriniz var, nə deyə bilərsiniz? Bir müəllim kimi hansı hüquq və vəzifələriniz var? Yoxsa bir 3-4 dənəsini sadalamalısınız da. Öyrənin ki, sadalaya biləsiniz.
Bir müəllim kimi hansı hüquqlarınız var? Mən belə deyim, dövlət siyasətini həyata keçirmək hüququm var. Mən bax o sual düşmüşdü. Mən bilmədim onu bax o sualı səhv yazmışdım. Sadəcə deyəsən o vəzifəyə daxil idi. Dövlət Bəli. siyasətini həyata keçirmək bu vəzifədir, Bəli, hüquqdur. bəli, yox, vəzifədir. Bunu dərsdə 100 dəfə demişik. Dövlət siyasətinin həyata keçirilməsi Bax mən onu Nəyə görə qarışdırdım müəllimə. vəzifədir? Yəni Məsələn, biz istəyirik onu həyata keçirək. Elə bir şey yoxdur axı. Dövlət nə təlimat göndərir, Elm və Təhsil Nazirliyi nə təlimat göndərir, biz onu həyata keçirdirik. Vəzifədir müəllimə. Dövlət siyasəti həyata keçirilməsində iştirak etmək, etik davranış qaydalarına riayət etmək, şagirdlərin təhlükəsizliyinə təminatçısıyıq. Məsələn, görürsüz növbətçi cədvəli tərtib olunur. Biz tənəffüs zamanı şagirdlərə nəzarət edirik. Bütün bunlar nə üçündür? Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün ictimai əsaslarla onu edirik, düzdür? Sonra valideynlərlə əməkdaşlıq eləmək, öz bilik bacarığımızı yüksəltmək. Bunlar yer görürsə edəcəyimiz psixoloqla da əlaqə saxlamaq. Bəli. Amma hüquqlarımız nədir? Hüquqlarımız odur ki, təhlükəsiz bir iş Məsələn, mən ixtisas artırma təlimlərində iştirak etmək bu bizim hüququmuzdur. Sonra çox deyə orada mənim sadəcə indi yadıma gəlmir. 3-4 Həmişə də mən orada çaşıram. Hə, mütləq bir bax siz müəllimə hüquqlarınızı bilməlisiniz ki, məktəbdə hansı hüquq və hansı vəzifələriniz var. Məsəl üçün siz dərsi qrup şəklində yox, fərdi şəklində keçirsiniz və yaxud da kollektiv keçirsiniz və yaxud da cütlərlə keçirsiniz. Bu sizin seçiminizdir. Sizi heç kim məcbur eləmir ki, mütləq qrupla keç və yaxud da mütləq cütlərlə keç. Deməli, dərsin metod və üsullarını seçmək müəllimin nədir? Müəllimin hüququdur. Hüquqlarıdır. Mükafatlandırılmaq, təltif olunmaq. Əgər yaxşı müəllimsinizsə, siz deməli dövlətin mükafatlandırılması üçün sizi direktor təqdim edir. Məsəl üçün qrant layihə qalibisiniz, şagirdləriniz olimpiyadada yer tutur, özünüz nə qədər müsabiqələrdə iştirak edirsiniz, təlimlərdə iştirak edirsiniz, nəticələriniz yaxşıdır, yüksək bal toplayan şagirdləriniz var. Yəni hər şeydə, yəni təhsildə olan hər bir şey. Əgər belə nailiyyətləriniz varsa, Heç yaxşı gəlmir müəllimə. Mənə bilmirəm. kim Aytən müəllimə sizə? İndi Sevdə müəllimə, yəni mənim səs yaxşı gəlmir, qırıq-qırıq gəlir, çox şey eşidə bilmirəm mən. ay müəllim, mənim səsim zəif gəlir. Mən axı yaxşı eşidirəm. Valla mən Yox, mənə yaxşı gəlir. Ola bilsin internetdəndir. Bizə də internet zəif. sizin internetinizdədir və yaxud da çıxın yenidən daxil olun. Buradan qəbul edəcəm sizi. Çıxın yenidən daxil olun. Belə, Aytaç müəllimə, deməli, əgər hüquq və vəzifələri zəif bilirsinizsə, mütləq onu da deməli təkrarlayın. Yaxşı? Və biz şagirdlərlə işləyirik. Yaxşı. Şagirdlərin hüquq və vəzifələrini yaxşı bilməliyik. Şagirdlər nəyə tələb edə bilər? Şagirdlər nəyi mütləq etməlidir? Şagirdlərin davamiyyəti bu səbəbdən təhsildən yayınmalı deyil, dərslərinə vaxtında oxumalıdır, sağlam həyat tərzi keçirtməlidir. Bu şagirdlərin nədir? Vəzifəsidir. Müəllimə, məktəbdə kartlar Vəzifəsi mənim. yeni kartlar tətbiq olunur məktəbdə. Nədir? Bu davranışla bağlı. Bu haqqda nə məlumatınız var? Mən sözün düzü desəm ki, heç bir məlumatım yoxdur. Çünki mən kənd məktəbində işləyirəm. Cəmi cümlətanı 30 neçə dənə uşağımız olar, olmaz. Amma belə qarşıma çıxıb yaşıl, sarı kart, qırmızı kart. Yaşıl kart deyəsən onların daha yaxşı olmağıyla bağlıdır. Sarı hər hansı bir xəta törətməsi ilə bağlıdır. Səhv eləmirəmsə. Məktəbinizdə tətbiq olunmur müəllimə? Xeyr, Elnarə müəllimə. müəllimə kart Xeyr. var. Elnarə müəllimə. Müəllimə, buyurun, siz danışın. Digər müəllimlər də eşitsin. O kart, Müəllimə danışdım, mən dinləyim görüm nədir. aha. Samirə müəllim, çox üzr Axşamınız xeyir istəyirəm. olsun. Bizə də artıq bizdə də tətbiq olunur o şagird davranış jurnalıdır. Orada sarı kart, qırmızı kart, yaşıl kart və yaxud da rəğbətləndirmək üçün uşaqlar yaxşı davranışlarına, hər hansı bir nailiyyətlərinə görə ayın sonunda hesabat veririk və rəğbətləndiririk həmin uşaqları.
Bəli, tamamilə doğrudur. İndi o kartları Müəllimə biz yazırıq, bizdə dəftər qoyub sinif rəhbəri, hər sinifin özünün dəftəri var. Biz orada dəftəri yazırıq. Məsələn, sarı kart göstəririk, yazırıq sarı kart. Məsələn, uşağın adın, familiyasını, yəni cəzalandı, yəni dərsdə çox danışdı və yaxud dərsi pozur və yaxud sarı kart odur əsasən. Yaxşı cavab verəndə yaşıl kart yazırıq. Məsələn, ad, familiyasını, bu uşaq dərsdə çox yaxşı fəal cavab verdi. Qırmızı kartdakı uşağın məsələn valideynlərlə görüş, məsələn lap daha ağır cəzasıdır. Yazırıq ki, valideynin məktəbə gəlsin və yaxud bu uşaq ümumiyyətlə özünü apara bilmir sinifdə. Uşağı psixoloqa uşağın yəni ehtiyacı var uşağın psixoloqa. Psixoloqla danışmalıdır. Aparırıq psixoloqun otağına. Yəni belə şeylər. Qırmızı kart əsas sərt kartdır. Və sonra siz onu məsələn hər uşağa hansı kartları vermisinizsə, onu siz Onu yazırıq müəllimə, qeyd eləyirik dəftərə. dəftərə qeyd edib sonra hara məlumat verirsiniz bəs? Mavinə məlumat veririk, sinif rəhbərinə məlumat veririk, bir də psixoloqa. Bu Mənə gəl ki, şəxsi işinə də tikilməli olar. Aytac müəllimə, Aytac yox, Fəridə müəllimə. Bəli, mən. Siz idarəyə məlumat verirsiniz? İdarəyə. Mənlə siz Samirə müəllim. Bəli, idarəyə məlumat verirsiniz. Biz müavinlərə, direktor müavinlərinə veririk hesabatı. Aha. Onlar da artıq yəqin ki öz hesabatlarında rəhbərliyə, o da yəqin ki idarəyə. Bəli, idarə bunu istəyir müəllimlər. İdarə bunu Bəli. istəyir siyahını. Biz birinci veririk sinif rəhbərinə məlumatı, sonra əgər o uşaq düzəlmirsə, yəni o uşaqda düzəliş olmursa, mavinə müraciət edirik. Ondan sonra mavin öz ölçüsünü götürür. Əgər yenə düzəlmirsə, onda idarəyə məlumat verilir müəllimə. O intizam pozuntusunun predmetinə aid nümunələr göndərəcəm. Məsəl üçün, dərs saatları ərzində şagird binanı icazəsiz tərk edib və yaxud da şagird günün bir neçə dərsində iştirak etməyib, dərs vaxtı məktəb ərazisindən kənarda olub, sonra nə ola bilər? Bu intizam pozuntusunun predmetinə aid nümunələr var, onu göndərərəm. Siz ətraflı tanış olarsınız. Yaxşı müəllimə? Hansı intizam? Samirə müəllim, üzr istəyirəm, bir əlavə də etmək istəyirəm. Biz liseydir məktəbimiz. Əvvəllər biz təhsil Nazirliyə tabe idi. Artıq bir müddətdir bu yaxınlarda bizi Bakı Baş Təhsil İdarəsinə verdilər. Ondan sonra artıq bu sənədlər bizə göndərildi ki, yəni digər məktəblər kimi bizdə bu şagird davranış jurnalını hər ay hesabatı verilməlidir. Amma əvvəl belə bir şey yox idi bizdə. Sizdə 6 nömrəlidir, elə? Bəli. Siz 6 nömrəli işləyirsiniz. Bəli. Bizim İlham Əliyev, cənab Bəli. İlham Əliyevin Tofiq İsmayılov adına, bəli. Bəli, Tofiq İsmayılov adına və o məktəbdə sizdə lisey getmir, düzdür? Məktəb lisey. Məktəb lisey gedir. Bəs liseyi nə yaxşı başatanın tərkibinə verir? Bütün liseyləri, bir neçə lisey var idi ki, onlar Təhsil Nazirliyinə tabe idi, amma artıq bir neçə aydır ki, 1-2 ay olar ki, bizi Bakı Baş Təhsil İdarəsinə, yəni tək bizi deyil, bütün liseyləri. Hamısını veriblər. Artıq, bəli. İndi sizdə məktəb liseydir də. Məktəb liseyləri yoxsa liseyləri də? Məktəb liseydir və nəzdində də beynəlxalq proqramının IB var. IB var, sizdə. Sizdə hətta dərslər səhv etmirəmsə, sentyabrın 15-i yox, sentyabrın 1-i də başlayır elə sinifləriniz. O IB-yə aiddir. Onlar məsələn dəyişir, amma belə bir standart olaraq 15-i başlayırıq, 14 iyun isə artıq şagirdlər gəlmir. Bizdəki iyunun sonuna kimi işləyirik. Müəllimə, o IB ilə oxuyanlar ödənişlidir, yoxsa? Bəli, ödənişlidir. Ödənişlidir. Xarici proqram, beynəlxalq proqrama əsasən və sonda həm diplom alırlar, xarici diplom, beynəlxalq diplom alırlar və ya sertifikat alırlar. Üstünlüyü nədir onun müəllimə? Elə sizin o qeyd elədiyiniz kimi bizim bu ümumi təhsil haqqında qanunda da qeyd olunduğu kimi beynəlxalq proqramdır. Yəni uşaqlar xaricdə artıq imtahan verəndə onlar o birinci səviyyə var, onu oxumurlar. Birbaşa birinci kurs, ikinci kurs və ya da burada ADD və ya da digər xarici dildə təhsillərini davam elətdirə bilərlər beynəlxalq proqramlar əsasında. Aydın oldu. Bəli. Belə.
Yəni bu diplom dünyanın bir çox ölkəsində tanınır. Hər hansı bir ölkədə imtahan vermək istəyirlərsə, təhsillərini davam elətdirmək istəyirlərsə, bu diplom tanınır orada. Lap yaxşı. İngilis dilində keçirlər də onlar yəqin bütün. Bəli, ingilis dilində əlavə də dil olaraq alman dili ya fransız dili, o da uşaqların seçiminə əsasən əlavə dil kimi tədris olunur və dövlət dilimiz Azərbaycan dili də tədris olunur. Dövlət dili yəni hər zaman var. Bütün bölmələrdə Bəli. olsun. Rus bölməsi istəyir, ingilis dili olsun. Bir də ki, bizim məktəblərdə rus bölməsi, bir də gürcü dili keçirilir. Amma bu siz dediyiniz ingilis dilində keçirməsə, bu isə beynəlxalq proqramdır. Bəli. Beynəlxalq Bəli. proqramdır. Hı-hı. Bir də müəllim, mən o hardan bildim? Bizim bir tanış var. Görürəm Bəli. ki, ayala sentyabrın əvvəlidir, biridir. Görürəm çox paylaşır. Nədir? Uşaqlar məktəbli formasında onların özü xüsusi geyimi olur. Yazdım Bəli, bəli. ki, bəs bunlar nə yaxşı indidən başlayır da? Dedi bizdə bəs onlar o Bəli, beynəlxalq proqramlar. sentyabrın 1-i başlayır dərslər. Bəli. Onların tətilləri də ayrıdır, səhv etmirəmsə. Mənim məsələn övladım, qızım həmin proqram əsasında təhsil alır. Onlarda Christmas 18-dən artıq yanvar ayına qədər tətillər başlayır. Yəni dünyada bu IB proqramı üzrə necə gedirsə tətillər bunlara da təsir eləyir. Bunlar da eyni qaydada gedirlər. Məsələn bizdə payız tətilləri fərqli olur, onlarda fərqli olur. Dekabrın 18-dən onlar dərsə gəlmirlər, hə? Bəli, dekabrın 18-i artıq son dərs günləridir 2025-ci il üçün, həmin tədris ili üçün. 19 valideyn iclası olur, bir də yanvar ayında görüşürlər. Yanvar neçəsi? Yanvarın 5-dən sonra da fərqli olur da. Məsələn, bir gün o tərəfə, bir gün bu tərəfə hər il dəyişir biraz. Aydındır. Belə, çox sağ olun müəlliməm. Buyurun. Müəllimə, çox sağ olun, var olun. Aytaç müəllimə, sizlə sağollaşım. Müəllimə, sağ olun, çox sağ olun. Sağ olun. Deməli, burada... Müəllimə, bir də sizdən xahiş edirəm. İmtahana az qalmış, yəqin ki, bizdən imtahanadır və müsahibəyə bu ayın sonuna qədər dedilər ki, keçiriləcəklər. O özünə təqdim eləməyi də məndən soruşarsınız da, çünki mən çox həyəcanlanıram. Hazırlayarsınız müəllimə, bir də mətn hazırlayın. Gələn dərsdə. Hə, hazırlayın. Ya 4-cü ya da 5-ci gün olacaq dərsim. Hazırlayın, özünüz üçün öyrənin, mən onu sizə dərsdən soruşacağam, yaxşı? Bir də hazırladığınız mətn çox sağ olun. Çalışın illərə yol verməyin də, yəni çox illər olmasın. Nailiyyətlərinizdən danışın. Daha çox hansı işlər görmüsünüz? Şagirdlərin nə kimi uğurları var? Elə şagirdlərin uğurları da sizin uğurlarınızdır. Bunları yavaş-yavaş yadınıza salın, yazın, onları bir ümumiləşdirin, öyrənin və yaxud da öyrənməmişdən qabaq göndərin mənə, baxım, ondan sonra nədir? Baxaram görüm nə problem var, düzəldərik. Samirə müəllim, çox üzr istəyirəm. Müəllimə qeyd elədi ki, bu ayın sonuna kimi gözlənilir. O təşkilatçılığa hazırlaşır. Müəllimə, o deyirlər ki, yeni ilə Dağlıq Şirvan regionunda test mərhələsi oldu. İndi o müsahibəyə hazırlaşır müəllim. Xeyirli olsun inşallah. Siz də sağ olun. Belə Kəmalə Niftəliyeva. Kəmalə müəllimə. Bəli. Axşamınız xeyir. Hər kəsi salamlayıram. Uğurlar arzulayıram bu çətin yolumuzda. Sizdən sağ olun. Deməli, nizam qaydalarıyla onu demək istəyirdim ki, mən belə bir təklif gördüm irəli ki, yəni biraz bu xəbər gələndə məktəbə biraz ajotaj yarandı, müəllimlərin narazılığı baş verdi, qrupda yazışmağa, neynəməyə ki, bu qədər vəsait lazımdır, çap eləmək lazımdır, sinifdə 30 uşaq varsa, 30 qırmızı, 30 sarı, 30 yaşıl. Lakin mən səhər tezdən məktəbə gedərkən yəni bir təklif irəli sürdüm ki, sinifin ümumi şagird sayını 3 yerə bölüb və o şagird sayına görə, tutaq ki 24 uşaq varsa sinifdə, yəni özüm də bunu tətbiq elədim. 8 dənə sarı, 8 qırmızı, 8 yaşıl kart hazırlayıb, hər sinifdə bir dənə kutu düzəldib, üstünü belə rəngli, hələ 3 rəngdən ibarət və kutu düzəltib, ora bir belə deyək kapilka kimi də belə deyək ki, bir konvert atan qədər bir yer eləyib, bura kartları yığmaq ayın sonuna dək və ayın sonunda hər sinif rəhbəri gündəlik bu hansı dərslərdən baş verirsə, müəllim kartlar konvertdə masanın silməsindədir. Çıxartıb, yəni onları qeyd edib, hər hansı uşaq nə qazanırsa, onu ora atır və ayın sonunda sinif rəhbəri bunu açır
Hesabat verilməlidir. Təklif elədim Uşaq Birliyi rəhbərinə ki, seçki məntəqələrində necə ki bunu keçirtirlər, məktəb üzrə, yəni müəllim sinif üzrə keçirtir, neçə qırmızı, neçə yaşıl oldu ay ərzində və yekun budur sinif saatında və məktəbə də təhvil verəndə siniflər üzrə qəbul edib və ümumi məktəb üzrə çıxartmaq ki, yəni bu ay ərzində məktəbdə neçə sarı kart alan oldu, neçə qırmızı, neçə yaşıl kart alan oldu deyib, yalnız bunu belə həyata keçirmək olar və düşünürəm. Kamil müəllimə, bu fikriniz çox yaxşıdır. Yəni tətbiq ediləndə müəllimlərdə də müxtəlif fikirlər, ideyalar formalaşacaq, amma biz texnologiya əslində yaşayırıq və 2025-ci ildə doğulan uşaqlar artıq beta nəslinin uşaqları sayılır. Beta nəslinin uşaqları bilirsiniz nədir? Yəni bunlar süni intellekt nəslidir. Onlara artıq biz kağız formatından çıxırıq və müəllimlər müəyyən bir müddətdən sonra ümumiyyətlə kağız pul anlayışı olmayacaq. Bütün yəni ödənişlər hamısı kartla, yəni daha kağız pul. Yox, başa düşdük. Amma bunlar bir daxı bu deyil, kartı verirlər. Müəllimə qulaq asın, mən nə demək istəyirəm? Siz əgər yeni bir ideya deyirsinizsə, yeni ideyanız mütləq nəyisə xidmət eləməlidir. Nəyisə bir faydası olmalıdır. Bu qurtarmalıyıq bu kağızdan. Məsələn, şagirdlərin elektron jurnalı var, rəqəmsal məktəb var. Bu kartlar elektron qaydada verilsə daha yaxşı olar. Orada elə bir sistem yoxdur ki bizdə onlar. Onun şərait yoxdur. Başa düşəmi? Təklifinizi elə verməlisiniz. İndi bunu eləyirsiniz, düzdür müəllimə? İndi məsələn onu siz dediniz eləyəcəksiniz, müəllimə hazırlayıb eləyəcəksiniz. Hə, eləmişəm də. Eləmişsiniz. Sinif jurnalı da var da, Nizam jurnalı da var. O jurnalda da gündəlik, misal üçün orada qeydiyyat aparır. Bu sarı kartda, bu qırmızıdır. Q, S, Y yazıb nə tərsə bunu biz jurnal niyə atıblar qruplara ki, yəni belə bir jurnallar tərtib edin siniflər üçün. Axı bizdə elektron jurnal yoxdur. Hələ sizdə yoxdur. Yəni yoxdur. Yaxın, amma mən belə fikirləşirəm ki, gələn ilə bütün artıq məktəblərdə bunu tətbiq eləyəcəklər. Belə Kamil müəllimə, siz mənim əvvəlki qruplarımda olmusunuz da, düzdür? Bəli. Əvvəlki qrupda özü də aktiv müəllim idi, səsiniz yadımdadır. Hansı müəllim daha çox aktiv olursa, mən yadımda qalır da, səs çəkdi yadımda qalır. Kamil müəllim, ümumi təhsilin təşkili. Ümumi təhsil prosesi ümumiyyətlə öyrədici, tərbiyə edici və inkişaf etdirici xarakter daşıyır. Düzdür müəllimə? Bəli. Və biz məktəbə hazırlıq qrupları neçə yaşdan başlayır? Məktəbə hazırlıq qrupları. 5 yaşdan. Bəs məktəbə hazırlıq 5 yaşdan başlayır, ibtidai sinif 6 yaşdan. 6 yaşdan başlayır. Əgər uşağın bu il, yəni cari tədris ilində Cari tədris seviyyə dekabr ayının ilin sonuna qədər 6 yaşı tamam olacaqsa, o uşaq 1-ci sinifə qəbul olunur. Ya da 8 yaşına kimi olan uşaqlar da qəbul oluna bilər. Bəli. Məsəl üçün bir də nümunə deyim. 2025-ci ilin dekabrın 15-də uşağın 8 yaşı olacaq. Bəli. Bu il, bu 2025-də biz onu məktəbə götürərdik, yoxsa necə götürürük? Bəli. Götürməliyik. 6, 7, 8 yaş tamam olan, cari tədrislə tamam olan uşaqları biz məktəblərə götürürük. Bəs müəllimə, icma əsaslı qruplar var. Bunlar nədir? Bunlar haqqında məlumatınız var, icma əsaslı qruplar. İcma əsaslı qruplarda məktəblərin sayəsində təşkil olunur. Yəni bağçalarda, belə deyək də, yaxın ərazidə yaşayan uşaqların ümumiyyətlə təhsil prosesindən yayılmaması üçün bağçalarda yer olmur. Tutaq ki, hazırlıq qruplara düşə bilmirlər. Yəni 4 yaşlı uşaqlar ora cəlb olunur və onların deyərdim ki, ətraf mühitlə tanışlığı, yəni adaptasiyası mı deyim, yəni uyğunlaşması, sosiallaşması uşaqların yəni təşkil olunur məktəblərin nəzdində. İcma əsaslı qruplar deməli elə yerlərdə təşkil olunur ki, orada bağça yoxdur da. Yəni bağça yoxdur. Həmin ailələrə dəstək üçün, uşaqları inkişaf etdirmək üçün 4 yaşlı uşaqları deməli ora cəlb edirlər. Orada işləyən müəllimlərlə müqavilə bağlanılır. Mən bir neçə müəllim tanıyıram. Bəlkə burada da elə müəllimlər var ki, həmin şəxsləri tanıyır. Yəni onlar da əmək kitabçası açılır. Əmək kitabçası demədim də, əmək onlarla müqavilə bağlanılır və müqavilə ilə ancaq. Yəni daimi yox, müqavilə ilə. İlin sonunda yenidən onların
Bəli, 1 illikdir də, 1 İllik illik. bağlanılır və ilin sonunda da müqavilələri bitir, müqavilələrinə xitam verilir və MİQ-də keçməyə ehtiyac yoxdur. Yəni kim həmin qruplarda işləmək istəyirsə, MİQ-lə işə qəbul deyil. Bəs soruşursunuz ki, necə qəbul olur? Heç nə, regionala gedib müraciət edirsiniz. Regionalda müsabiqə keçirilir. İndi bilmirəm orada onun şərtlərini bilmirəm, amma Bəli, orada imtahanlar keçirilir. orada hə, İmtahanlar. regionalda. O Mən imtahan, şəxsən özüm iştirak eləmişəm, sözü balla keçirəm. buyurun. Deməli, ola bilər ki, biraz şey olar, böyük danışa bilmərəm. Amma iştirak eləmişəm, Aha. məlumatım var. Ona görə ki, bildiyimi paylaşım. Aha, Allah. Belə deyək. Aha, Hə, buyurun. üzrü sayını, siz Allah üzrü sayın. Nəyə görə? Buyurun. Yaxından iştirak eləmişəm. Deməli, orada təkcə 4 yaşlı deyil, ərazidə düzdür. Bağça yoxdursa, heç bir bağça yoxdursa, həmin məktəb bir binası və yaxud da xüsusi bir dövlət binasını götürürdülər. Amma bizdə məktəb olduğuna görə məktəb binası, oradan bir sinif ayrıldı, xüsusi o sinif düzəldildi. 3 yaşından başlayaraq, yəni 3 yaşını tamam eləmiş uşaqlar, 3, 4. Bu yaşlı uşaqlar qəbul olunur, 2 saatlıq dərs sistemi olur, orada təkcə həyatla deyil, hər bir şey, bağçada nə cür dərslər keçirilir, eynən həmin dərslər icmada da keçirilir. Hətta bağçada 4 dəfə. necə mənim 4 dəfə. Necə? Həftədə neçə dəfə? Bəli, 4 gündür, 2 qrupda o yarana bilər. Səhər saat 10-dan 12-yə qədər, sonra 13-14 nahar fasiləsidir. Yenə də 14-dən tutaq ki, 16-ya qədər və yaxud da 15-yə qədər. Baxın, onlarda sərbəst seçimdir saatlar. Məsələn, 12-dən 2-yə qədər, bax belə də olur, 3-yə qədər də ola bilər. 2 saat dərs İndi orada keçirsiniz, müəllimə. 2 saat onlarda dərs olur. Həftəlik Bəli. 8 saat olur da, düzdür? Həftəlik. Yox, gündəlik 2 saat, həftədə 4 saat, 4 şeydə, 4 gün. 8 saat cəmsi. Hə, də onu deyirəm. Həftədə Eləmi? Bəli, hə. 8 saata nə Bəli. qədər maaş alırdınız müəllimə? Yox, mən özüm almıram. Mən məktəb rəhbəri işləyirəm. Aha. Direktor əvəzi işləyirəm. Bəli, həm təlim-tərbiyə işləri direktor müaviniyəm, həm də ki, indi direktor əvəzi işləyirəm. Lap yaxşı. Həmin məktəbdə. Maaş nə qədər olur? Yəni 8 saat. 200 o belə də rus dilində Çernovi çaldığında, yəni qara siyasi kimi 236 manat şeydir, amma əllərinə çatır 206 manat. Bir cross maaş 236-dır, 206 manat vergini çıxartır. 206. Bəli. Bir də ki, ora imtahandan qəbulu siz deyirsiniz belə müsahibə. Xeyr müəllimə, orada nədir? Orada birinci sənəd qəbulu başlayır, elan eləyirlər. Necə bizimkilər kimi də, bizim iş qabiliyyətində olan kimi. O sənəd qəbulunda sənəd verirlər, amma sənəd qəbulunda ən çox ali təhsilli insanlara da üstünlük verilir. Bax, bunun bir şeyi də odur ki, ali təhsillilərin bir bal artıq verirlər. Müəllim, hansı məktəbdədir onlar? Hansı məktəbdədir onlar? Bizdə İmişli rayonundadır. Bəqirəvan məktəbində var. Bizim müəllimimiz şəxsən gətirib ora, nazirliyin əməkdaşıdır və ora gətirib o qrant layihədə. Regionda keçirilir də, MİQ-lə olmur da. Mən onu dəqiq... Yox, MİQ deyil. Yox, MİQ deyil. Amma nazirlik keçirir müəllimə. MİQ deyil, nazirlik keçir. Bəli, onlar sənəd verir və müəyyən vaxtdan sonra sənədlər gedilir, təsdiqlənmə kimə ki gəldiyi yazılır ona ki, siz imtahana boşlandınız da, belə deyil. Falan tarixdə imtahandır. Bizim kimi gedirlər, imtahan verirlər kompüterdə və imtahanı verəndən sonra cavabları çıxır. Daha sonra onlara yazılır ki, sizə məlumat veriləcək ki, müsahibəniz var, yoxdur. Müsahibəni də onlayn şəkildə verirlər. Yenə də sonra nəticələr onlayn şəkildə gəlir ki, siz işə təmin olunuz, qəbul oldunuz, yoxsa yox. Bax, belədir. Oldu müəllimə, təşəkkür edirəm. Çox sizə təşəkkür edirəm. Buyurun. Sizə sağ olun. Kəmalə müəllimə, az komplektli məktəb haqqında nə deyə bilərsiniz? Orada minimum... Az komplektli məktəb uşaq sayına görə nəzərdə tutulur ki, az uşağı var, 100-ə qədər uşaq olur orada. Yəni, paralel siniflər olmur. Belə məktəblər əsasən ucqar rayonlarda, ucqar kəndlər, rayon ərazilərdə olur. Belə, orada siniflər də komplektləşə bilər. 1-ci, 2-ci sinif, 3-cü, 4-cü sinif ya da 2-3
və belə komplektləşə bilərlər. Qanunla 1-3-lə 2-4-dür, 1-3. Amma Hə, məsələn, əgər şagird sayı azdırsa 1-lə 2-ni birləşdirirlər. Maksimum şagird sayı orada nə qədər olmalıdır? Maksimum şagird sayı. Maksimum minimum 3 olmalıdır məncə hərəsindən. Azkomplektli məktəbdə maksimum 3 şagird, amma azkomplektli siniflərdə isə o 2 deyir ya birləşdirirlər. 18. 18. 18. Bəli, birləşdirəndə cəm məsəl üçün 5 nəfər 1-ci sinifdir, nə bilim 6 nəfər də 3-cü sinifdir. 5-dən 6 11 nəfər icazə verəcək region. Maksimum cəm 18-ə çatana qədər icazə verəcək. Amma 19 nəfər onda artıq icazə verməyəcək. Hər kəs öz sinifində tədrisini davam edəcək. Mən də çünki sinif 9 şagirddən 8 şagirddən sinif ola bilər də, o 9 şagirdlə sinif ola bilər. 10 şagirdlə olmalıdır müəllimə. 10 dənə şagird olanda onu birləşdirməyə icazə verir. 18 siz deyirsiniz ki 18 şagirdlə artıq az komplektli sinifə icazə verməyəcəklər də deyirsiniz. 18-ə icazə verirlər. Verirlər. Burada nədir sizə qaranlıq qalan? Məsəl üçün nümunə deyirəm. 1-ci sinifdə 6 nəfər şagird var, 3-cü sinifdə 9 nəfər şagird var. İcazə verəcəklər bu sinifə açmağa. Bəli, 15 olacaq da ümumi. Yaxşı, 1-ci sinifdə 7 şagird var, 2-ci sinifdə, 3-cü sinifdə 10 dənə şagird var. İcazə verəcəklər? 17 verəcəklər. Verməyəcəklər müəllimə. Bir sinifdə ondan aşağı olmalıdır. Cəm 18-dən aşağı olsa da, 18-dən. Amma bir sinifdə 10 dənə şagird var. Ona görə icazə verməyəcəklər. 9 dənə olmalıdır. Maksimum bir sinifdə 9 dənə şagird. Başa düşdünüz? Aha, bu belə. İbtidai təhsilin məqsədi odur ki, şagirdlərə oxu, yazı, hesablama bacarıqlarını onlarda inkişaf etsin. Orta təhsilin məqsədi nədir? Yəni şagirdlərdə artıq peşə seçiminə biz onlara dəstək oluruq. Həyat yolunu seçirlər, fəaliyyət istiqamətini seçirlər. Tam orta təhsildə isə artıq daha istedadlı bunlar artıq Bir neçə xarici dil bilməlidir tam orta təhsildə. Artıq həyata hazır olmalıdırlar. Ümumi orta təhsildə təhsilin məqsədi öz məsuliyyətini dərk edən bir vətəndaş yetişdirməkdir. Azərbaycan xalqının adətlərini, ənənələrini, ümumi bəşəri dəyərləri dərk edən, dəyər verən, Kəmal müəllim, ixtisasınız nədir? Rus dili müəllimi. Rus dili müəllimi. Rus dili yoxsa Rus dili və ədəbiyyat? Bəli, Rus dili və ədəbiyyat. Rus dili və ədəbiyyat. Müəllim və siz dərs deyəndə görürsüz ki, 8 və 9-a dərs demək daha çətindir. Xüsusən 8-ci sinifə. Ümumi ortada biraz çətindir. Tam ortada mən belə fikirləşirəm, biraz asan da olur. Uşaqlar ram olur müəlliməyə. Amma o inkişaf dövründə olan o uşaqları biraz çətin olur ram etməyə. Ələxüsusda onları əmək fəaliyyətinə yönəltmək. Sonra müəllimə, mülkiyyət növünə görə təhsil müəssisələrinin növü hansıdır? Mülkiyyət növünə görə. Dövlət, özəl və bələdiyyə. Dövlət, özəl və bələdiyyə təhsil müəssisəsi. Məktəbinizdə təmayüz siniflər var? Bəli, var. Hansıdır? Hansı təmayüz siniflər var? İqtisadiyyat təmayülü, riyaziyyat təmayülü var, humanitar təmayülü var, təbiət fənləri təmayülü var. Belə. 4 istiqamət üzrə. Sizdə hansı məktəb idi? Bizdə liseydir. Zərifə Əliyev adına 8 nömrəli liseydir. Zərifə Əliyev adına. Ora müəllimə neçədən başlayır? 1-dən başlayır, yoxsa 5-dən? Biz artıq publik hüquqi şəxs olmuşuq deyə bu il bizim məktəblərə hazırlıq siniflərini bağladılar. 1-ci sinifə də başlayıb bizim məktəbi bloklayıblar. Qəbul yoxdur bizim məktəbə. Liseyləşməyə görə lisey siniflər yaradılıb. Biraz belə deyək, yarımçıq formada tətbiq ediblər lisey siniflərini yaratmağı. Yəni adi lisey siniflərimiz var. Sadəcə olaraq indi ölkə üzrə imtahan sisteminə qatılıb da məktəb. Yerlər açıq. Təbiət təmayüllü fənlər üzrə liseydir. Müəllimə necə bloklayıblar?
Lap bilirsiniz nə Təsəvvür edin, yazdı. qəbul yoxdur da, məktəbə qəbul yoxdur. Hadi imtahanlandı da, imtahanlandı. Yox, ümumiyyətlə heç bir sinifə qəbul yoxdur. Bu ildə. Bu ildən bəli, bu ildən bizi mən deyirəm, mən ona elə qoymuşam da, adım bloklayırlar. Məktəbə heç kəs girə bilmir də, yəni qəbul yoxdur məktəbə. Bir lisey siniflərdən başqa heç bir sinifə qəbul yoxdur və amma çıxıb kim istəyir, hara istəyir gedə bilər. Müəllimə sizdə Çıxış verilir. Qoy bir şey deyim, nə yadıma düşdü. Mən keçən magistraturanı oxuyanda orada bir uşaq var idi, dərsə gəlmirdi də. İndi arada gələndə müəllim dedi ki, bəs sən niyə davam etdin belədir? Deyir, mən təhsilimi dondurmuşam. Müəllimənin gülməsi. Bir dondurmuşam. Yəni dayandırmışam da, müvəqqəti bilirsiniz ki, o təhsil kreditine görə təhsili dayandırmaq olur. Sonra onu yəni nə edirsən dövlətə, sonra gəlib oxuyursan da, deyir dondurmuşam. Siz dediniz la bu cümləyi yadıma düşdü. Başqa cür nə olar? Biz o qədər əziyyət çəkdik ki, yəni ki, bizdə həmişə nə qədər qəbul var da hər il, yəni məktəbin ən yaxşı məktəbi, rayonun ən yaxşı məktəbidir. Amma bunu bilmədik biz nə idi. Bizə sadəcə o təklif elədilər ki, Kəmal müəllim, publik hüquqi şəxs pilot layihə kimi tətbiq olundu sizdə, yoxsa necə deyim? Yox, sənədləşmə dəyişdi. Bizi fevral ayında bütün xitam verdilər işimizə. Fevralın 1-dən də bizi işə götürdülər. Məktəbdəki publik hüquqi şəxs oldu. Onlar hamısı kağız üzərindədir. Amma sənədləşmədə, lisey dediyi maaş artımında da bizə heç bir tətbiq olunmur. Müəllimə, siz məktəbdə vəzifəniz nədir? Müəllimsiniz, yoxsa? Yox, direktor müavini. Direktor müavini. Bildim. Müəllimə, sizdə publik hüquqi şəxs haqqında sənəd var? Valla dedilər, bundan qabaqki direktorumuz dedi ki, sənəd gəlib, özü oxuyub araşdırır, amma bizə heç kim işə göstərməyib. Axşamınız xeyir, Samirə müəllimə, qrup üzvləri. Bizdə də liseydir, bizdə də eyni qaydadır. Yəni ki, bizə 7 və 8-ə qəbul oldu imtahanla. Digər siniflər adi sinif kimi gedir və bizdə də qəbul yoxdur. Müəllimə, mənə bilirsiniz nə lazımdır? Görüm o sizə pilot layihə kimi tətbiq olunan və yaxud da həqiqətən də bu sənədlər sizə tətbiq olunursa, o sizə o yenilənmiş o sənədi mənə göndərin. Mənə o lazımdır, sənəd. Yəni onu dəqiq bilmirəm, amma bizə lisey maaşın bu aydan tətbiq elədilər. Lisey 15% artımdır da səfər. Bəli, 15% artım, ancaq harda? Lisey sinifləri üçün. Lisey sinifləri. Ümumi yox, lisey sinifləri. Hüquqi şəxs kimi sizin üstünlüyünüz nədir? Yəni nə tətbiq olunacaq? Adam başına maliyyə mi ayrılır? Yəni onu bilirsiniz. Yox, eşitdiyimə görə Publik Təhsil Nazirinə tabe oluruq. Sadəcə biraz imkanlarımız var. Yəqin ki, amma heç kimi bilmir o barədə. Yəni imkanlarımız genişdir. Yəni qərarlar qəbul edəməkmi, nə bilim nələrsə, yəni maddi cəhətdən imkanlar genişlənəcəkmi, məktəbin öz buxalteri olacaq, ayrıca mühasibə olacaq deyirlər. Yəni bilmirik, konkret bilmirik nədirsə. SSR dövrünə qayıdırıq da müəllimə. Siz bu cümlə dediniz, bir şey yadıma düşdü. Mənim xalam da, nənəm də müəllimə idi. Onlar da yəni təqaüdə çıxıblar. Onlar yadıma gəlir, danışırdılar ki, məktəblərində həmişə buxalter məktəbdə olub. Sonradan onu mərkəzləşdirdilər də, mühasibatlıq bir binanın tərkibində bir otaq verirlər, orada fəaliyyət göstərir. Amma həmişə məktəblərdə mühasibin özü məktəbin içində olub. Məsələn, lisey və gimnaziyalar böyükdür, böyük lisey və gimnaziyalar varsa, yenə də səhv etmirəmsə, məktəbin içində olur. Əvvəllər orta məktəbdə də. Olsa da yaxşıdır, Samirə müəllimə, olsa da yaxşıdır. Çünki həqiqətən də o qədər biz əziyyət çəkirik. Valla biz bu dəqiqə mən şəxsən bilirəm ki, statistika şöbəsində işləyirəm, məktəbdə yox. Ancaq statistik rəqəmlərdir, ancaq o maaşları hesablamaqdır. Heç müəllimlərimiz bu dəqiqə bülletinə çıxanda bülletin haqlarını da ala bilmirlər. Çünki sənədləşmələr, nə bilim, düz deyilmi, nədirmi?
Siz nə edirsiniz? Bilmirəm. Müəllim maaşını siz neysə mühasibat hesablayırdı onların maaşını. Yox, bütün bu dərsləri biz necə çətinləşdiriblər. Yəni bundan qabaq yazırdıq ki, filan müəllimə bu qədər saatla bitdi, amma indi elə deyil. Axı mən o saatı hesablamaqdan da başqa, əvəzetmə jurnalını yazmaqdan da başqa mühasib ki, otururam, bütün sənədləşmə yazıram ki, müəllim hansı sinifə neçə saatla gedib, yəni neyniyib, əmirə kimi biz yazırıq, əmiri sonra başlayırıq yerləşdirməyə, cəmləşdiririk onu ki, neçə saat dərs deyib, sonra onu tarifləşmə, oturturuq onu tabilə. Yəni bu hamısı işlər mühasibin işləridir də. Bundan qabaq belə eləməmişik axı biz. Bundan qabaq hesablamışıq. Mən 20 ildir mavin işləyirəm. Bundan qabaq hesablamışıq, yazmışıq. Vəliyeva Bahar 12 akademik, Filankesov 10 akademik yazıb vermişik. Amma indi elə deyil. Biz nə qədər cədvəl yazırıq biz. Tarifikasiyada sınıfları yazırsınız da müəllimə. O tarifikasiya bəs Tarifikasiyadan hər ay tabildə. Yəni tabillərimizdə biz əvvəlki kimi deyilik. İndi tabillər özləri tarifikasiya kimidir hər ay. Mən 3 aydır mən əvəzetmə yazıram. 3 aydır vakant dərslər yazıram. başa düşdüm müəllim. Nəyə görə? Bunun yerində ibtidai sinif müəlliminə yuxarı sinifdə dərs vermir. Yuxarı sinif müəlliminə ibtidaidə dərs vermir. Azərbaycan bölümündə işləyənə rütbəsində vermir. Bir ibtidai sinif dediniz, bir yenilik də yadıma düşdü. İbtidai sinifdə 2 müəllim dərs deyəcək. Yəqin ki, bunlara da baxmısınız. Hələ müəllimə, üzrlü sayın orada belə bir şey də var. İxtisas müəlliminə bir ayrı təqdimat yazırsan, qeyri-ixtisasa birinə regionala yazanda birinə sektor müdürünə yazması, o da var. O qədər şeylər var. Bəli, bəli. Amma indi ibtidai sinifin artıq formatını dəyişəcəklər. Hələ ki təkliflər irəli sürürlər. Bir çıxışlarında deyirlər, buraxırlar cəmaatın içinə ki, görə bunların reaksiyaları nə olacaq. Ondan sonra ona əsasən tətbiq edirlər. İbtidai sinifdə əgər Azərbaycan dilini o müəllim, hansı müəllim yaxşı deyirsə, həmin müəllim dərs deyəcək. Yəni bu riyaziyyat müəllimini ibtidai sinifdə başqa müəllim dərs deyəcək. İnandırım sizi ki, Samira müəllim, bu günləri mənim ağlıma bu iş gəlib. Deyin nəyə görə? Mənim bir çox yüksək bal toplayan müəlliməm direktor müavini gedib başqa məktəbə. Sinifi qalıb 4-cü sinif. İndi biz bunun dərsini verməliyik. Nə sinif rəhbərliyində götürən yoxdur. Çünki hamısının sinifi var da zaten. İndi qalmışıq fikir. Bugün ağlıma gəlib ki, rus dili müəllimim var, dil ədəbiyyat müəllimi də. Deyirəm, ibtidai sinifdə rus dili dərsini verim ona. Yəni 4-cü sinifdə, yəni hələ ki siz Azərbaycan riyaziyyatı hələ ancaq bir müəllimə verməlisiniz, o da ibtidai sinif müəlliminə. vermişəm, verdim, zaten vermişəm. Yuxarı sinif müəllimlərinə bunları verə bilmirik. O biri Amma həyat tələb eləyir də onu. Həyat onu tələb eləyir, praktika onu tələb eləyir ki, belə bir situasiyada verməyə icazə versinlər də. Niyə də yox ki? Bir də Kəmalə müəllimə, deməli bu texnologiyadır, musiqidir, təsvir incəsənətdir. Deyirlər ki, bunlar artıq ibtidai sinifdə indi təbii ki, hamıya aid deyil. Elə müəllimlər var ki, keçirəm, elə müəllim var ki, elə texnologiyada da, musiqidə də yenə riyaziyyatı keçir, Azərbaycan dilini keçir. Bir də ki, belə bunu nəyə görə eləyirlər? Çünki sertifikatlaşdırma, növbəti sertifikatlaşdırma imtahanı çətin olacaq. Yəni 2027-ci ildə sertifikatlaşdırma imtahanı çətin olacaq. Həmin o ibtidai sinif müəllimləri həm Azərbaycan dili, həm riyaziyyatdan verməsinlər. Kim hansı fənni daha yaxşı bilirsə, o istiqamətdə verəcək. O biri saatı da yəqin ki, digər ibtidai sinif müəlliminə və yaxud da digər ixtisaslı müəllimə. Hələ ki, bu təklif olunub. Hələ heç bir qərar yoxdur. Nəsə bir qərar olanda mən sizə deyəcəm. Bir də əmək məcəlləsində dəyişikliklər gözlənilir, təkliflər var. Milli Məclisə bu məsələlər çıxarılıb. İndi hələ ki, onu deyib beyninizi qarışdırmaq istəmirəm. Məzuniyyətlə bağlı, sonra da yəni bir çox dəyişikliklər var. O dəyişikliklər qəbul olunandan sonra müəllimlər, onları mən hamısını sizə özüm dərslərdə izah eləyəcəm. Hələ ki təkliflərini izləyirəm. Mən onları Müəllimə, məzuniyyətdən heç sual düşməmişdi. Biz baxdım elə məzuniyyətdən heç bir sual qoymamışdılar. Testdə. Baxın müəllimə, uşaq 11 il məktəb oxuyur, düzdür Elnarə müəllimə. 11 il o hər fəndən nə qədər mövzu düşür. Axırda gəlir 25 dənə cəmi sual düşür.
Elədir müəllimə. Bu Hə, imtahanlar düzdür. belədir. Sən bilmirsən məzuniyyətin hansı hissəsindən düşəcəyi, hüquqdan, vəzifədən və ya da qanundan. Onu bilmirsən. Ona görə lazım olan sənədləri hər birini keçir. Mən Öyrənək müəllimə, öyrənək hamısını. imtahana Amma girdim. müsahibədə soruşa bilərlər müəllimə. Onları müsahibədə soruşa bilərlər. Bəli, siz Yo, məzuniyyət. mən inanmıram. Mən bir 3 dənə müsahibədən keçmişəm. Yəni Aha. olmuşam da müsahibələrdə. Bəli. İnanmıram ki, onlar o sualları versinlər. Tamam, Çünki onlar yəni hamısı sizə verilməyib də, amma mənim qruplarımda digər müəllimlərə verilib. Sizə verilməyibdir. Elə müəllim var ki, nə ona qanundan, nə ona nə məcəllədə heç bir sual vermirlər, ancaq kurikulum verilibdir. Ancaq kurikulum. Müəllimə bir də bir şey sual verəcəydim sizə. Bayaq dedik 1-ci, 3-cü siniflər birləşir, eləmi? Bəli. Dediyi az komplektli mi? Bəli. Onda onlara hansı sinifin dərsi keçilir? Elə 3-cü sinifə də 1-ci sinifin dərsi. Qruplarında müəllim olub da. Deyir 1:45 Aha. dəqiqədə, məsələn, eyni sinifdə 1-ci, 3-cü sinif şagirdləri olur. Dərs bölür də müəllimə. 20-25 dəqiqə tutalım 1-ci sinifə dərs deyir, 20-25 dəqiqədə tutalım ki, 3-cü sinifə dərs. 3-cü sinifin proqramın dərsi. Dərsi bölür də, çünki deyir bir dənə, 2 dənə, 5 2 dənə il. Aydındır. 5 dəqiqənin hamısını birinci sinifə sərf eləmirsən, bölürsən. Onların jurnalları da ayrı olur müəllimə, sinif jurnalları, proqramları da ayrı olur. Bir dənə çətinlik odur ki, müəllimə zəhmət çəkib o 45 dəqiqəni o siniflər arasında bölməlidir. Ay Samira müəllimə, məntiq hardadır ki, 1-ci ilə 3-ü bir yerdə keçsin ki? O Ya 2 ilə müəllimin 4-ü. saatına görədir də müəllimə. Çünki 1-ci sinifdə müəllimin 20 saat dərsi var, 3-cü sinifdə 23 saat dərsi var, ibtidai müəllimin. 2-ci sinifdə 21 saat dərs var, 4-cü sinifdə 23 saat dərs var. Ona görə 1 ilə 3-ü, 2 ilə 4-ü birləşdirirlər ki, dərs saatı çox olsun. Müəllimin o birləşdirdiyinə görə dərs saatı 20 ilə yox, 23 ilə hesablansın. Bildim. Oldu. Belə müəllimlər, sonra Müəllimə belə Başqa bir olur da, sual elə bil ki, verildi. hansısa müəllim elə bir dərsə gəlmir. 2 sinifi biz birləşdirib bir otağa yığırıq ki, yəni 2 sinifə də dərsi keçək. Elə bir şeydir də, yəni. müəllim o başqa şeydir. O sizin qanunsuz elədiyiniz bir şeydir, o başqa şeydir. Yox, müəllimə, elə bil ki, Bəli, o tarix başqa dərsi olur, şeydir. başqa elə bir ki, Yox. sinifə. Müəllimə elə deyil. Bu tədris ilinin əvvəlində artıq bu iş təşkil olunur. Bu belə təşkil olunur. Təşkilidir müəllimə. O sinif elə Bəli. qanuni cəhətlər, tarifikasiyalar. Bu qanunidir, amma yəni hansısa bizdə də müəllimə gəlməyəndə və ya müəllim gəlməyəndə mən tarix Bu yola dərsini verməkdir. 2 sinifdə O yola birləşdirirəm. verməkdir. Hə. O yola verməkdir. Sabirə müəllimə, xeyr, mən də bir söz soruşmaq istəyirəm. Hə, soruşun. Bu direktora kiməsə hansısa müəllimə bir təsdiq gəlib. Yox, hələ gəlməyib. Ay müəllim, o gələn kimi mən özüm paylaşacağam. Elə mən hər gün izləyirəm. Yox. Mən də hər gün şəxsi kabinetimə girib baxıram, elə deyir baxılma mərhələsindədir. Ancaq elə gəlir mənə. Yox, hələ. O müəllimə, o elə də gələcək sizə axıra kimi. Bir dənə də mesaj gələcək ki, filan günü sizi çağırırlar müsahibəyə. Yəni Kəmal müəllimə dəqiq bilir, inanın siz ona. Hə. Müddət sonra mənə yəni təsdiq gəlsə elə müddət sonra az olur, hə? 2-3 günə deyirlər, məsələn, gəl müsahibəyə elə olur müəllimə. Bəli. Elə olacaq. Başa düşdüm. Samirə müəllim, olar bir sual verin məndə. Buyurun. Biz tam rahatlıqla deyə bilərikmi ki, artıq fakultativ dərslər yoxdur? Yoxsa o necə tənzimlənir? O bilirsiniz nədir? Fakultativ sözü yoxdur müəllimə. Dərnək var. Sözü yox. Hə, sözü yoxdur. Dərnək var özü. Dərnək. Məsələn, dərnək necə keçilir? Hansı fənlərə aiddir? Müəllimə, siz onu o dərnəklərin təşkili qaydaları var. Keçəndə orada ətraflı izah edəcəm sizə. Dərnəklər. Yəni burada hər hansı bir dil fənni ola bilməz də. Bizim məktəbdə dərnək necə oldu? Mən deyə bilərəm bizim məktəbdə. Yəni uşaqlar arasında sorğu keçirildi. Müəllimə onu bilir. Müəllimə onu demir. Qaydasını demir. O müəllimə qaydasını bilir. Mən bilirəm müəllimə nə deyir. O deyir ki, fakultativ sözü. Yəni mən bilirəm ki, fakultativ sözünü də işlətmirik biz. Amma dərnək təşkil olunur. Yəni dərnəklər ləğv olunur. Müəllimə əvvələn o dəstəkçilər məşğələ gedir elə. Qarşısında da Lap əvvəl. Hə. Məsələn, dil dərslərinə aid ola bilərmi? İngilis dili, rus dili. Onlar adını başqa. Amma müəllimə dərnəyə vermirlər heç kəsə. Xüsusi nəsələr verirlər.
verilmir demək olar ki, dərnəklər. Müəllimə, xahiş edirəm, hər regionda fərqli olur. Niyə görə? Dərnək verməyə elə də çox tərəfdarı olmurlar, amma dərnək də var. Elə onu deyirəm də, yəni elə də verilmir də, təkəm seyrək deyirik bizim Loru dildə. Təkəm seyrək yerlərdən verilir. Belə Samirə müəllimə, müəllim, bu nə dərəcədə düzgündür ki, bir eyni müəllimə həm dərsdənkənar məşğələ verilsin, həm də dərnək verilsin. var elə bir hal, rastlaşmısınız? Bəli. Müəllimə, belə deyək də. Mən etiraz etmişəm, yəni ki, o dərsi də var müəllimənin. Aha. Yetərli qədər dərsi də var. Üstündə də ki, həm dərnək verilib, həm dərsdənkənar məşğələ verilib. Yəni mən onun tərəfdarı deyiləm. Yəni o düzgün bir şey deyil. Əgər məktəbdə başqa müəllim yoxdursa, tutalım ki, bu müəllimin nəticəsi yaxşıdırsa, buna vermək olar. Bunun verməmək kimi bir baryer də yoxdur. Nəyə görə? Biri dərnəkdir, bu vəzifədir, düzdür, vəzifədir. Hətta sinif rəhbəri vəzifəsi olana da dərnək verilir. Fakultativ də dərs saatıdır da, fən kimi saatdır. Vermək olar. Amma yəni digər müəllimlər necə deyim, onlarda qıcıq yaradar da ki, sən buna həm dərnək verirsən, həm fakultativ verirsən. O paylanılmalıdır. 4 saat dərnək, 4 saat, yəni 4 saat yarım dərnək, 4 saat fakultativ. Neçə saat öz dərsi var? Öz saat. 22 saat, 24 saat. 24, buradan da 4, neçə saat? 32 saat dərsi var. O müəllimənin balı nə qədərdir ki, müəllimə? Nə bilim nə qədərdir müəllim. Hər nə qədər, yəni məntiqlə düz gəlmir də. Mən sadəcə fürsət etdim ki, deyirlər olur belə şey. Dedim bəlkə mən bilməyən şey var illər ərzində. Yox, vermək olar, amma da 32 saat. İndi o biri müəllimlərin dərs saatına baxsanız 15-16 saatda qalır. Hamısında o qədər dərs var. İnandırım sizi, 32 saat olan da deyir ki, 4 saat da ver, 30 saat olsun. 28 saat olan deyir ki, 2 saat ver, 30 saat olsun. Hamısı dərsi çox istəyir. Amma bugün mən aylıqlar keçirtməyə, metodik şuranı keçirtməyə, belə deyək də, müəllim bilmirəm ki, çünki vaxtları yoxdur, hamısı dərsdədir. Bəli. O müəllimin dərs saatı 18-24 saat olacaq. Heç 30 saat. Ona görə də o ştat məsələsi çox doğru məsələdir ki, heç olmasa o müəllimlər məktəbdə işləməyə vaxt taparlar. Və bilərlər ki, o boş vaxtda da belə deyək, dərs yox, dərsdən kənar boş vaxtında da maaş alır, ya elə bizi kimi vəzifə daşıyan kimi bir şeydir. Mən şəxsən onun tərəfdarıyam. Və o tam ştat eləyəndən sonra heç kim 36 saat dərsi qoymayacaqlar. Çünki sən 36 saat ilə ancaq dərsini deyib gedəcəksən, yenə sənin boş vaxtın olmayacaq. 24 Yox, bizim burada əmək haqqıdan gedirsə söhbət, 36 saat dərsin əmək haqqısını alırsa, yəni, amma 24 saat dərs deyir. Bəli, maksimum 12 saatını başqa işlərinə sərf edir də, yəni. Təşkilatı işlərinə sərf edir. Amma alır 36 saatı, bugünkü gündə 36 saat nə qədər maaş alır müəllim? 1300 manat, düzdür? Bəli. 1300-1400 manat alıb, 24 saat dərsin keçəcək, 12 saatda təşkilatı məktəbin işlərinə məşğul olacaq. Belə oldu Kəmal müəllimə. Çox sağ olun, var olun. Burada bir Zəminə Məmmədova əl qaldırıb o ilə də sual-cavab edim. Zəminə Məmmədova. Zəminə müəllimə, buyurun. Salam müəllim, axşamınız xeyir. Salam, axşamınız xeyirli olsun Zəminə müəllimə. Zəminə müəllimə, dövlət standartları minimum neçə illik imzalanır? Dövlət 5. Bəli, minimum 5 illik hazırlanır və dövlət ümumi təhsil dövlət standartları proqramı var ki, 2010-cu ildə imzalanıb, 2020-ci ildə, yəni 10 ildən sonra yenilənib. Əvvəl 7 dənə standart idi, indi də 13 dənə standart olub. O standart proqramında sizinlə daha ətraflı keçəcəyik. Kurikulum nədir müəllimə? Kurikulum. Kurikulum təhsili Kurikulum proqramıdır da müəllimə, düzdür? Kurikulum ümumi təhsil proqramıdır. Orada nə var? Fənlər üzrə kurikulum var, dərsdən kənar kurikulumlar var. Bəli. məktəbdən kənar təhsil proqramları, tədris planı. Bunlar nəyə aiddir? Təlim strategiya, fənn daxili fənlər inteqrasiya, fənlərin tədrisinə verilən tələblər, fənnin məqsədi bu kurikuluma daxildir. Siz o dedikləriniz, Qiymətləndirmə vasitələri. siz o dedikləriniz fən kurikulumuna aiddir müəllimə. Həmin strategiya, üsul, məqsəd, vəzifə, inteqrasiya, qiymətləndirmə, metodik tövsiyələr, bunlar hamısı fən kurikulumlar. Sizin ixtisasınız nədir?
ixtisasınız? İxtisasım fiziki tərbiyədir, təşkilatçı işləyirəm. Aha, ixtisasınız fiziki tərbiyədir və fiziki tərbiyə ilə bağlı dəyişikliklər var da müəllimə. Yəqin ki, onu bilirsiniz. Bəli. Hansı tələblər var indi fiziki tərbiyə fənni ilə əlaqəli? Müəllim, tələblər deyəndə ki, normativlərdə biraz nəsə belə dəqiqliyinə baxmamışam onlara. Dünən olub iclas bizdə. Aha. Hə, normativlərdə dəyişikliklər var biraz. Deməli, Yəni, rəhbər olmaq istəyən şəxslər fiziki tərbiyənin dərs saatları salınmalıdır 2-ci, 3-cü, 4-cü saat. hə, Yadınızda o saxlayın. mənim həmişədən elədir, amma ki, məktəbdəki cədvələ uyğun olmur deyə elə 1 də salırlar, 7 də salırlar. Ümumiyyətlə dərsin təşkili prinsipləri var. O dərsin təşkili prinsiplərinə əsasən, məsələn, çətin fənləri 1-ci, 2-ci saatda, daha asan fənləri axırıncı saatlara, məsələn, tarixdir, coğrafiyadır, bunlarda tutalım ki, orta saatlara salınır. Bunlar təbii ki, kiçik sinif komplekti olan məktəblərə aiddir. Amma böyük daha çox sinif komplekti olan məktəblərdə təbii ki, bu da dərs cədvəlinin təşkili, qurulması prinsipinə əməl olunmur. Mümkün deyil. Sonra burada normativlər yazılıb. İndi bu normativləri siz bilməlisiniz də müəllimə. Fənninin məsələn orada hansı normativlər var? Qızlar üçün nə qədərdir, oğlanlar üçün nə qədərdir? Yəni o normativləri oxuyun. Orada normativlər nə bilim neçə saniyə, neçə Müəllimə, Bəli. mən biz sertifikasiya imtahan verəcəyik. Yəni mənə miq lazım deyil də, mən işləyirəm ona görə. Burada bizdən indi imtahan verəndə fəndən soruşacaqlar, yoxsa Müəllimə, onu bilmirəm. mən 3 ildir bu işlə məşğulam. Yəni fəndən də veriblər. Elə müəllim olub ki, gedib müsahibəyə 500 prezidentin müsahibəsində gedib orada komissiya üzvlərindən biri olub bunun ixtisasından olan bir şəxs. Müsahibə komissiyasının üzvü bunun ixtisasına olan riyaziyyat yadıma indiyə qədər yadımdadır. Müəllimə isə 6, 7, 8-ə dərs deyib, 10, 11-ə dərs demirdi. İnanın ki, 11-ci sinifdən o müəlliməyə sual verdilər. O sual verdi. Hə, o problem deyil. Prosta mən bilmək istəyirəm ki, test olacaq da yəqin ki, müəllimə. Siz nəyə hazırlaşırsınız müavinlərə? Mən heç nəyə hazırlaşmıram. Mən işləyirəm hazırda. Prosta imtahan olacaq axı. Ona görə məcburam da hazırlaşım. Siz özünüzün sertifikasını Mən bir hazırlayırsınız. Bəli, işləyirəm deyə işə görə indi Müəllimə, o haqda onu biz indi gələn il bilərik də. Gələn il görə müavin işləyən direktor, müavin və təşkilatçıların imtahanı necə olacaq? Siz ixtisasdan %100 verəcəksiniz. Dərs saatı götürmək üçün hər bir rəhbər, işçi mütləq sertifikatlaşdırmadan keçməlidir. Amma bu vəzifəyə görə işləmək vəzifəyə görə yanvardan dedilər bəlkə olacaq, ona görə mən qoşuldum bura. kim dedi müəllimə? Kim dedi? Deyirlər yanvardan imtahanı müəllim, direktor müavinlər işə qəbulundan sonra yəqin ki, işləyənlər üçün olmalıdır, belə dedilər. Yəni olacaq, amma mən tarix haqqında məlumatım yoxdur, olanda paylaşıram. Olanda qurlar. Ona görə siz elə yaxşı edib müəllimə qanunları indidən öyrənməyə çalışırsınız ki, sonra birdən imtahan olanda təkrar olur da orada artıq sizə. O təkrar. Yəni bir də bizdə təşkilatçıda da eynən müavinlər kimi olacaq imtahan, yoxsa fərqli olacaq? Müəllimə, hər region bir cür keçirilir də. Məsəl üçün, digər regionlarda müavinlə təşkilatçıların imtahanı eyni gündə, suallar da eynidir. Amma Dağlıq Şirvanda bu nə vaxt idi ola getdilər imtahana? Ayın neçəsi getdi Zayn müəllimlər imtahana? Keçən həftə idi də imtahan. Müəllim 5-ci gün, ayın 5-i idi də. Ayın 5-i. İmtahana orada ancaq təşkilatçılarda deməli məcəllədən bir sual idi. Çünki bəzi müəllimlər sualları bir də görürsüz bilmirlər ki, nədən düşüb. Məsələn, işçilərin hüquqlarından düşmüşdü, o məcəllədən. Sonra qanundan, təhsil qanunvericiliyindən düşmüşdü. İnformatikadan, məntiqdən, bir də qanunu dedim də, kurikulum, bir də dövlət. Amma hər region bir cür eləyir də müəllimə. Bir də görürsüz ki, indi sertifikat imtahanı Əmək məcəlləsi elə bir ki, müavinə çox lazımdır. Təşkilatçı o qədər də lazım deyil də. Təhsil qanunu heç, ixtisas heç. Amma biraz əmək məcəlləsində biraz. Əmək məcəlləsini müəllimlər də bilməlidir. Öz hüquqlarınızı bilməlisiniz. Belə ötəri belə oxuyuruq, amma ki dəqiqliyi ilə o test işləmək məncə test də çətin olmaz, bəlkə də müsahibə biraz incitir adamı. Müsahibədə deyim də daha çox məzuniyyətdir, xitamdır, işə qəbuldur, ixtisardır, intisam tənbihləri. Bax ən çox bunlardan düşür suallar. İstiqaməti də deyirəm.
Müəllimə, nə deyəcəkdim? Dövlətin vəzifəsi var. Sonuncu sual verim. Sonra dərsi yekunlaşdıraq. Dövlətin təhsil sahəsində vəzifələri var ki, məsəl üçün dövlət siyasətini həyata keçirilmək. Bu nədir? Vəzifədir, düzdür? Normativ hüquqi aktlar qəbul etmək. Görürsüz biz nə qədər təhsil sahəsində normativ hüquqi akt oldu. Məsələn, normativ hüquqi akt ən üstün akt deməkdir, ən üstün qanun. Ən üstün qanun hansıdır? Məsələn, təhsil haqqında qanun, ümumi təhsil haqqında qanun, düzdür, təhsil sahəsində. Bunlar normativ hüquqi aktlardır. Sonra müəlliməm, məktəb hansı elektron sistemlərə qoşulub? Hansı elektron sistemlərə qoşulub? Teams, Teams, şagird məzun. şagird məzun. Bu müəllimə özü desin də, Zəminə müəllimə. Teams, şagird məzun. Cəminə mən bilmədim, elə bildim hamıya. Müəllimə, hə biz də Teams-dən istifadə edirik. Yəni belə məktəbdə çox da imkan yoxdur. Şərait ki, belə sərbəst uşaqlar qoşulsun, dərslər keçirilsin. Bir kompüter otağında var, bir lövhəmiz var. İmkan düşəndə indi hansı sinifdə imkan olsa. Teams olur ki, müəllimə. Yoxsa Necə? orada Teams olur ki, uşaqlar Teams-ə qoşulmur axı. Yox, elə bilirəm məktəbdə deyirsiniz kompüterdən istifadə eləmək istəyirəm. Deməli, yadınıza salın, şagird məzun, düzdür? UTIS, Hə, olar bilirəm. bir bölməsidir. TİMİS ümumiyyətlə təhsil mərkəzləşdirilmiş informasiya sistemidir. Bəli. Bunun alt qolları UTIS-dir, PTIS-dir, ATIS-dir, yəni ali təhsil informasiya sistemi, ümumi təhsil informasiya sistemi. Yəni hər nədir? Təhsil pilləsinin özünün səviyyəsi var. Hamısı bir yerdə TİMİS-də birləşir. TİMİS-də birləşir. Sonra şagird məzun TİMİS-i dedi, UTIS dedi. Sonra nə idi? Elektron jurnal, rəqəmsal məktəb, düzdür müəllim? Elektron jurnalda da biz hələ ki istifadə eləməmişik. Gəlib kompüterlər gəlib, amma istifadə eləməmişik. Kompüter dediniz nə yadıma düşdü? Samirə, mən də Teams ora deyil. UTIS elə TİMİS-in qoludur da, müəllimə. TİMİS-in qoludur. Hə, uşaqlar üstdən keçirlər. UTIS-dən bəli. UTIS-də hər bir şey var. Bir də müəllimə kompüter dediniz nə yadıma düşdü? Hər bir sinif otağı kompüterlə təmin olunacaq. Çünki elektron verilib bizə. Bəli. Verilib, amma istəməyə verməyiblər hələ. Bütün sinif sayına görə verilib müəllimə. Bəli, sinif sayına görə hər sinif üçün bir dənə. Bəli, hər jurnal bir dənə sinif rəhbərinə təhvil verilir və orada elektron jurnal, sürət internetdə sürət olmalıdır ki, müəllim orada avtomatik qiymətləri, sonra nə bilim digər şeyləri işləyə bilsin. Hər bir sinifə veriləcək. Məsələn, bizim məktəbə hələ verilməyibdir. Amma veriləcək. Siyahı istənildi və veriləcək. Bütün məktəblərə veriləcək. O gün internetdə də gördüm ki, bir neçə məktəbə bütün sinif sayına uyğun hərəsinə bir dənə kompüter deməli verilibdir. Belə, müəllimlər, sualınız varmı? Dərsimiz bitdi. Yəni təhsil sahəsi elədir ki, yeniliklər çoxdur, öyrənəcəyimiz məlumatlar çoxdur. Mən hər bir mövzunun video yazısını ayrıca göndərirəm. Onu yaxşıca öyrənin. Sonra elə ancaq sual-cavabda iştirak etməyin də müəllimlər. Elə müəllim var ki, ancaq mənim sual-cavabıma arxayan olur, amma sənədi özünüz bütöv oxumalısınız. Yəni bunu heç vaxt yadınızdan çıxartmayın. Sual-cavabda da aktiv iştirak edin. Göndərdiyim video yazıya da baxın. Bir də sənədin özünü tam formada oxuyun. Və müəllimlər Samirə, bu indi bu maddələr var. Bu sizin kitabınız mənim əlimdə artıq var da. Bu çoxdur da. Yəni öyrənmək olmur hamısı. Müsahibədə yəni ola bilsin ki, bu bütün sahələrindən düşəcək bu suallar müsahibədə. Əsas hissələrini demək olar ki, sual-cavab edirəm. Əsas hissələrini. Vacib hissələrini, müsahibədə verilən, yəni bütün o hissələri, bax mənim bu kitabımda var. Keçdiyim bütün mövzular bu kitabda var. Bu kitabdakı bütün regionlara çatdırılır, bütün ünvanlara poçt vasitəsilə çatdırılır. Qruplara daxil olan müəllimlərə bu kitabı ödənişsiz göndərirəm. Çünki bu mövzunu keçirəndə bu mövzu Sadəcə olaraq baxıram ki, çoxdur da, yadımda qala bilmir hamısı. Başa düşdünüz? O deyirəm hansı mən sizə bir şey deyim. Sizə elə gəlir, yadınızda qalmırsınız. Sizə sual veriləndə biləcəksiniz. Çünki oxumusunuz axı. Beyninizin hər hansı bir hissəsində o məlumat depolanır. İstər-istəməz o məlumat nədə depolanır. Bir də ki, o kitabda olan bütün mövzular bu test bankımda var. Əslində mən yaydan bəri o qədər müəllimlər test bankı istədilər. Məndə yox idi. Amma indi o gün şkafı
hafta vəsaitlərin içərisində nədir tapmışam. Yəni 30 ədəd əlimdə var. Ondan bir 5-i 6-sı bu gün satıldı. Yəni çox 20 dənə, 20 neçə dənə test bankım qalıb. Kim istəsə bu test bankında poçt vasitəsilə deməli göndərirəm. Bundan da nəşr etdim. Səmimi, Yəni test bank Səmimi, burada bir sual qaldı. Bu Hadi, şagirdin sosial müdafiəsi üçün nələr var məktəbdə? kimin Biz bunu sualı şagirdləri bəli, dedik də müəllim. bəli, bəli. Sosial Demədik. icraya dedir, siyasi tutulur, icraya verilir. Sosial müdafiəsi. Yox, nələr var? Şagirdin sosial müdafiəsi üçün nələr var? Səhvlər tutulur ona görə. Cavab budur. Siz məktəbdə işləyirsiniz, düzdür müəllimə? Siz uşaqlara necə Bəli. yardımlar edirsiniz? Hansı uşaqların təminatları var? Hansı bir sosial müdafiə ehtiyacı olan şagirdləri bildik, amma uşaqlar baxın dərsliklərlə təmin olunur, düzdür? Uşaqlara dövlət tərəfindən dərslik deməli ödənişsiz göndərilir və o şagirdlər o ödənişsiz göndərilən dərsliyə görə cavabdehlik daşıyırlar. Dövlət onu təmin eləyir. Əgər şagird o dərsliyi itirərsə, imkandan asılı olmayaraq onun 10 misliyinə qədərini deməli məktəbə göndərməlidir. Sonra istedadlı şagirdlər var ki, dövlət onlar üçün fərdi təhsil təşkil edir. Yəni bir var sinifdə 25 nəfər olsun, bir də var sinifdə 1 nəfər. Fərdi təhsildə maksimum 3 nəfər ola bilər. Gedir regionda imtahan təşkil olunur, sonra oradan keçirsə təzə nazirliyə gedir. O imtahandan da keçirsə, həmin o istedadlı şagird gəlib sinifdə tək olaraq 1, 2, 3, maksimum 3 nəfərə qədər sinifdə deməli müəllimlər ona dərs keçə bilər. Bax bu da nədir? Başa düşdüm. Bu o dövlətin belə deyək də məsuliyyətidir də vətəndaşlara qarşı. Bu sosial müdafiə ora aiddir. Bu uşaqlara göstərilən təhsil sahəsində dövlətin xidmətidir, amma sırf sosial müdafiə o deməkdir ki, müəllimə, biz uşaqların siyahısını tərtib edib icraya göndəririk. İcra da onları hər bir şeylə təmin edir. Hər bir şeylə. Başqa məktəbdə nə ola bilər müəllimə? Başqa məktəbdə uşaqlarla bağlı nə ola bilər? Gəlin bir dənə fikirləşək. Uşaqları məktəbli formasını valideynlər alır, düzdür? Yəni ehtiyaclarının təminatına, belə deyək də, şagirdləri sosial müdafiə ehtiyacı olan şagirdləri diqqətdə saxlayır. Yəni onlara psixoloji dəstək göstərir. Lazım olan yerlərdə sponsorlara, həmin o siyahılar belə deyək də, təşkilatlara göndərilərək onlara köməklik göstərilir, ehtiyaclarının təminatına. Müəllimə, bir dənə siyahı dediniz, nə yadıma düşdü. İndi bilmirəm, o siyahı göndərilirmi məktəblərə yoxsa yox? 1-2 il bundan qabaq deməli yaxşı oxuyan şagird var, amma onun hazırlığa ehtiyacı varsa, həmin o gənclərə, həmin şagirdlərə deməli pulsuz olaraq hazırlaşdırmaq kimi bax belə bir şey var idi. Hazırlıq siniflərinə qəbul. Siz məktəbə Mən o yəqin ki, mən deyərdim ki, elə iş adamları özləri, tədris mərkəzinin rəhbərləri özləri o təşəbbüsü göstərə bilərlər ki, mən onu eləmişəm, özümə görə eləmişəm. Yəni görmüşəm bunun imkanı yoxdur, hazırlaşmaq istəyir, pul almamışam. Görüm onu tapa bilsəm internetdə göndərərəm. Yazılmışdı ki, amma istedadlı şagirdlərə aiddir. Onlar dövlət hesabına oxudulurdu şagirdlərdən. Yəni onu tapsam mən də göndərəcəm. Amma indi yoxdur, bu il göndərilməyibdir. Belə müəllimlər, dərsimiz bitdi. Növbəti dərsimiz ya həftənin 4-cü günü, ya da 5-ci gün olacaq. İndi bu həftə mənim bir qrupum var, o bitsin. Növbəti həftədən artıq mən həftənin 5-ci günü artıq yeni qrupda dərs cədvəlini konkret göndərəcəm. İndi növbəti mövzumuz təhsil haqqında qanundur və növbəti mövzumuz, dərsimiz ancaq ödənişli qrupda olacaq. Kim qrupa daxil olmaq istəsə 055-279-21-27 nömrəsinə yazsın. Növbəti qrupum bir də yanvarın 10-undan sonra olacaq. Bir də kurikulum üçün ayrı bir qrup açacağam, WhatsApp qrupu. Onun da indi elanını verəcəm. Sabah elanını verəcəm. Yəni kurikulum, MİQ və sertifikasiya yazılaşmaq istəyən müəllimlər həmin qrupdan faydalana bilər. Oldu müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın. Nə sualınız olsa, nömrəmə yazın.
Gecəniz xeyrə qarşı. Çox sağ olun. Siz də sağ olun. Təsdiq qanununu göndərəcəm. Həftənin 5-ci gününə qədər yaxşı öyrənin. Gecəniz xeyrə qalsın. Yəni oxuyun da müəllimlər, sənəd əlinizin altında kitabı göndərirəm, oturun. Çox sağ olun müəllimə. Biraz Minnətdaram. zəhmət çəkmək lazımdır da. Yəni elə ancaq sual-cavabda yox. Sənədin Mən son vaxtlar elə bil ki, heç nə beyin, bayaq müəllimə demiş ki, elə bil ki, bunları hamısını əzbər bilirdimi? Özü də deyirsə, amma beyində elə bil ki, tormozlanıb beynim, heç nə çatmır beynimə. Heç nə, bu müsahibə nə bilim ona yüklənmişəm. Kamilə müəllimə, indi məsələn hələ ki imtahan yoxdur da, düzdür? Amma imtahan olanda artıq fokuslanırsınız. Yəni fokuslanılacaq sizdə bir yer yoxdur. Ona görə fikrinizi cəmləyə bilmirsiniz. Məsələn mən magistraturanı keçən bitirəndə ayla deyirdim Hüseyn mən gedib imtahandan 2 alacağam. Qız uşaqlara da dedim ki, mən heç nə bilmirəm də. Adama elə gəlir heç nə bilmirsən. Amma imtahana gedirəm hamıdan yaxşı. Təsəvvür edin ki 90-95 bal toplayırdım, yüksək A alırdım. Hər ildən, yəni çox fənndən A alırdım. Çünki onda artıq beyninizdəki olan o dağınıq materialları imtahana az qalmış başlayırsınız eləməyə, bir depolamağa. Yavaş-yavaş onları cəmləyirsiniz və Kəmal müəllim, mən inanıram ki, siz yaxşı cavab verəcəksiniz. Siz yaxşı. Filmi istədiyim kimi çatdıra bilmirəm. Özünüz də hiss elədiniz, nitqimdə qırıq-qırıq danışıram. Bilmirəm, fikrim çox dağınıqdır və o özümü də təşviş yaradır. Bilmirəm niyə, amma bunları hamısını əzbər bilirəm. Sizin məktəb harda yerləşirdi? Xaçmazda? Bəli. Bildim siz hansı müəllimimsiz. Müəllimə, inanırsınız mən hələ indi bildim siz hansı müəllimsiz. Hər il imtahanlarda, hər il müsahibə, o haqsızlıqları görüb tamam. Oy, indi tam yadıma düşdü siz hansı müəllimsiz. Yadıma düşdü. Bildim ay müəllimə. Vəziyyət necədir? Şəxsdə danışarıq, yaxşı? Yaxşı. Oldu. Samirə xanım, bağışlayın, biz təzədən yenə təhsil haqqında qanun öyrənəcəyik. Biz ümumi təhsil haqqında qanunu öyrənmişik, müəllimə. Bəli. Ümumi təhsil haqqında qanun. İndi isə təhsil haqqında qanun. Zaten bu təhsil haqqında qanunu oxumaq sizə çətin olmayacaq. Çünki ümumi təhsil üçün eyni şeydir. Olan təhsil haqqında qanun içərisində eyni şey deyil. Sadəcə bir 60% eynidir. 60%. Yox, elə oxumuş. Samirə xanım, orada fərq buradadır ki, o təhsil qanununda tutaq ki, 1-ci bənddir, 1-ci maddədirsə, burada 10-cu maddədədir. Məncə 10 rəqəm. Bəli. 10 rəqəm fərq var maddələrdə. Maddelərdə fərq var, amma biraz orada prinsiplərdə də fərq var. Sonra bu təhsil haqqında qanun bütün təhsil pillələrini əhatə edir. Orada orta ixtisas, peşə təhsil var. Onları elə belə oxuyun. Öyrənməyə ehtiyac yoxdur. Əsas ümumi təhsilə aid olan hissələrini oxuyun. Video yazın göndərəcəm müəllim. Orada hər bir bütün maddələri oxuyaq müəllimə. Göndərəcəm. Video yazın göndərəcəm. Orada diqqətlə baxarsınız. Belə müəllimlər, dərsimiz bitdi. Xeyrə qalsın. Allah amanında.